müdür nə deyir kvant düşüncəsi? Özlərinə necə kömək edə bilər texnikalarımız da olacaq. Əlbəttə. Sona qədər izləsinlər. Çünki həyat insana tabedir. İnsan həyata tabe deyil. Və əgər sizə uşaqlıqdan dedilər ki, sən 300 manatdan yuxarı maaş qazana bilməzsən Niyə işimizi necə çoxaldaq? və insan bugünkü gündə əziyyət çəkirsə, o sadəcə o əziyyəti seçib. Biz deyirik göz nəzər. Bəli. Göz nəzər nədir? Kim üçünsə mümkünsüzlük kimi ola bilər. Dünya bugünkü gündə ən gözəl dövründədir. Məncə. Və bu dövr günü-gündən gözəlləşəcək. Əgər eyni səhvi mən verəcəmsə və birazdan ChatGPT olacaq mənim növbəti ilahi sistemim. Bu məlumat 100 il bundan qabaq Einstein üçün belə Bəli. Açıq deyildi heç. ona paxıllıq eləmək lazım deyil. Ona sual vermək lazım ki, bugünkü gündə bu dövrə və bu vəziyyətinə neçə müddət və necə gəldin? Yəni biz harda bilək ki, kimdir mənim karmik müəllimim? Xoş gördük dəyərli izləyicilərimiz. Sevinclə Danış YouTube kanalındasınız. Bu gün studiyamızın qonağı sevə-sevə dinlədiyimiz şəxsi inkişaf üzrə mütəxəssis və beynəlxalq səviyyəli coach İlahə Adildir. Xoş gəlmisiniz İlahə xanım. Xoş gördük Sevinç xanım, xoş gördük sizi əziz izləyicilərimiz. Əminəm ki, möhtəşəmsiz və əminəm ki, bu gün də çox gözəl məlumatlar və bilgilər əldə edəcəksiniz ki, o da sizin həyatınıza müsbət təsir göstərəcək. Mən də onu düşünürəm İlahə xanım. Çünki bu gün haqqında danışacağımız mövzu həm indinin mövzusudur, həm də gələcəyin mövzusudur. Bəli. Biz artıq bu mövzunu dinləyən şəxslərimiz, xanımlarımız və bəylərimiz artıq gələcəklə gözəl bir əməkdaşlıq etmiş ola bilərlər. Həyatlarını dəyişə bilər. Mütləq. Zaten hər bir an bizim həyatımızı dəyişmək üçündür və müsbətə doğru getmək üçündür. Bugünkü mövzumuz, yəni haqqında çox eşitdiyimiz, çox oxuduğumuz, yəni sosial mediada qarşımıza çıxan və Layihə xanımın bu mövzuda çox tez-tez təlimlər verdiyi kvant düşüncəsi haqqında olacaq. Layihə xanım, baxmayaraq ki, biz kvant düşüncəsi haqqında çox tez-tez rast gəlirik sosial mediada, sizin də səhifənizdə nələrsə oxuyuruq, amma tam olaraq hələ bilmirik ki, kvant düşüncəsi nədir. Mən deyəndə ki, məsələn, İlahə xanımı çəkəcəyəm, belə bir mövzumuz olacaq. Amma nə deyir kvant düşüncəsi? Və onun ümumiyyətlə kvant fizikası ilə bir əlaqəsi varmı? Yəni elə ən sadə sualdan başlayım. Kvant düşüncəsi nədir? Möhtəşəm sualdır və ümumiyyətlə çox möhtəşəm bir mövzudur. Və mənə maraqlı oldu ki, həmişə kvant düşüncəsi deyəndə insanlar kvant fizikası ilə müqayisə edirlər, səhv salırlar. Əslində əlaqə var və ümumiyyətlə kvant sözü nədir? Yəni kvant insanın ən kiçik zərrəciyi olan kvarkın adıdır. Yəni bizim neyron protonları böyük bir yük altında böləndə ondan ən kiçik bir hissəsi meydana gəlmişdi. Bu İsveçrədə böyük bir eksperiment olmuşdu 60 il bundan öncə və o həmin o zərrəciyin adını kvark qoymuşdular. Kvant alanı, sahəsi, kvant fizikası, bunlar hamısı insanın və ümumiyyətlə təbiətin varoluşunun ən kiçik zərrəsinin özün aparma formatından irəli gələn elmlərdən biri oldu. Və insanın özü kiçik kvarklardan ibarət olduğuna görə və bizim münasibətdə olduğumuz sahə və həmin o qarşımızda olan insanlar da eyni strukturdan ibarət olduğuna görə düşüncə tərzi ilə, yəni həmin o energetik durumla idarə etmə mərkəzləri insan həyatını necə idarə edə bilər, necə xoşbəxt ola bilər, necə daha imkan sahibi ola bilər, daha uğurlu ola bilər. Bunlar hamısı sırf sual altına düşdü. Yəni insanın kiçik hissəsi, ən kiçik zərrəsi kvark insanın dünyasının necə dəyişməsinə və ümumiyyətlə insan necə var olub və necə daha ötə funksiyaları var sualına cavablandırılması başlayır. Yəni ki, orada kvant deyəndə əzizlərimiz onu səhv salmasın. O bizim içimizin ən kiçik hissələrindən biridir və ümumi o hissənin əslində indi biz təlimlərdə bunu danışırıq. O hissənin özünün çox qəribə aparma funksiyası var özünün. Yəni ki, kvarka baxanda mikroskop altında bir var, bir yoxdur. Bəli, bir anın içində eyni anlarda ola bilir və alimlər burada suala çıxdılar ki, əgər insan ən xırda zərrəciyi bu kvarkdırsa və kvark özünü belə aparırsa, onda insan biz bildiyimiz stabilləşmiş fiziksel proyeksiya deyilmiş. Və insan istədiyi kimi özünü dəyişə bilir. Və bu artıq elmi əsasdır. Yəni, əgər ilk öncə biz 5000 il, 10 min il bundan öncə də bizə bunu demişlər. Yəni, dünya varoluşundan bizə deyirlər ki, insan özü istədiyi kimi özünü dəyişə bilir, həyatını dəyişə bilir. Çünki həyat insana tabedir. İnsan həyata tabe deyil. Yəni, amma bizə yanlış bunu öyrətdilər. Bu barədə danışacağıq və bunu artıq elmdə yaxın 50 il eksperimentlər, aparılan research proqramlar bizə göstərir ki, yəni insanın bütün durumu onu müəyyən edir. Onun duyğuları, onun hissləri, onun vəziyyəti.
Bu günləri biz bu barədə çox danışacağıq və hətta izləyicilərimiz anidə özlərinə necə kömək edə bilər texnikalarımız da olacaq. Sona qədər izləsinlər. Çox maraqlı söhbətimiz olacaq bu günlərdə. Kvant şuur anlayışı özündə, yəni bizim düşüncə tərzimizi ehtiva edir və duyğularımızı düzmü anladım? Kvant düşüncə tərzi desək, yəni kvantum, yəni kvarkın insan vəziyyətinin insanın enerjisindən bəhs edir. Baxın, dünya düşüncə tərzi yox, enerjisi. Enerji də, indi bu barədə danışacağıq. Enerji də düşüncə tərzinə bağlıdır. Gəlin bunu izah edək, bu nə deməkdir? Dünya enerjidən ibarətdir. Bu stakanı görürsünüz, bu da enerjidir. İçində su da enerjidir. Və eyni zamanda indi studiyamızda olan suyun enerjisi fərqlidir. Port Bakuda olan suyun enerjisi fərqlidir. Və müəyyən bir X1 evdə olan enerji fərqlidir. Dünya bu qədər bir-birlərini mübadilə edə bilirlər. Nədir onun enerjisini dəyişən? İndi biz o barədə danışırıq. Fərqlidir. İlk öncə bizim hamımızın qəbul etdiyi və bildiyi birinci məqam olmalıdır ki, bütün nə varsa, hər şey enerjidir. Bu gül görürsünüz, bu da enerjidir. İşıq görürsünüz, işıq da enerjidir. Fiziksel boyuta var olmuş vəziyyətidir gülün, amma o yenə də enerjidir. Kainat enerji mənbəyidir və enerjidən müəyyən olunub. Artıq bunun kvant fizikası çox gözəl izah edib. Nobel mükafatlar var bunun üzərində. Bəli. İnsan mübadiləsi, kainatla olan mübadiləsi energetik mübadilədir. Həmin o enerji insanın içində hissləri və duyğuları ilə müəyyən olunur. İnsan düşüncə segmentli varlıqdır. Yəni ruhsaldır, birinci spiritdir, sonra fiziksel bədəndir. Görürsünüz, ruhumuz ölməzdir, sonsuzdur. Bədənimiz amma müəyyən bir dövrdən sonra artıq biz onu istismar müddəti bitəndən sonra belə deyirik, yəni ki, artıq o bizdən ayrılmağa başlayır. Və biz kvantçılar insanın fiziksel bədəni deyil də onun daxilində olan o ali ruha, ali yaradılışa, ali enerjiyə xitab edirik. Və onunla necə dost olaraq, bax bu sual budur. Çünki biz öz ruhumuzla adətən dost deyilik yəni. Çünki biz özümüzü tanımırıq. Bizim özümüzün var olub olmamağımızdan xəbərsizik. Çünki o qədər bizi manqurtlaşdırdılar ki, o qədər dedilər ki, sən heç kimsən, sən heç nəsən, sənin dünyada heç bir gücün yoxdur. Bir qismət deyilən bir anlam verdilər və qal bu qismət çərçivəsinin içində A nöqtəsindən B nöqtəsinə gedişini icra et. Belə deyək, fikrinə bizi həbs etdilər ki, insan ali yaradılışını unutdu. Amma indi gəlin dönək əvvələ. İnsan bu dünyanın ən ali yaradılışıdır. Allahın nəfəsindən üfürülmüşdür. Yəni bunu bütün dini qaynaqlar bizə göstərir. Nədənsə biz onu unuduruq. Biz bunu deyirik, amma dediyimiz qədər də biz onu anlaya bilmirik. Biz həmişə deyirik, bir var bilirəm, bir var fərqindəyəm. Biz bunu bilirik, amma biz bunun fərqində deyilik ki, ümumiyyətlə biz orada nə dedik? Biz hansı ali yaradılışıq? Və o cür ali yaradılış müəyyən bir əsrlərlə əlbəttə ki, manipulyasiyalarda bu da bir alt mənbə var ki, kontrolda ola bilsin yəni. Kontrollü kütlə idarə olunması, yəni kütlə psixologiyasında buna belə deyil. Yəni ki, siz insana düşüncəsi ilə idarə olduğuna görə insan düşüncəsi ilə idarə olunur. İnsanın düşüncəsi onu müəyyən edir. Düşüncəsindən doğan hissləri onu müəyyən edir. Çünki insan böyük bir enerjidir, kainat da enerjidir. Kainat da məni enerji mübadiləsindən görə bilir. Kainat məni fiziksel bədən kimi görmür. O mənim daxilimdə olan hisslər toplusunun enerjisini görə bilir. Bu işıq kimi. Ya mən varam, ya mən yoxam. Enerjim çox aşağıdasa mən sadəcə közərəm və kainat məni görə bilmir. Enerjim günü-gündən çoxalırsa, yəni pozitiv bilincə girirəmsə və pozitiv bilinç tək səhərdən axşamacan gülmək, danışmaq demək deyil. Pozitiv bilinç ümumiyyətlə dünyanı anlamaqdır. Dünyada baş verən prosesləri anlayıb onlara düzgün münasibət bəsləməkdir. Mən problemin içində ölüb itib batıram yox da, mənim qabağımda həll olunacaq bir məsələ var. Mən onu necə həll edə bilərəm bilincindən irəli gələn bir vəziyyətdir. İlahi xanım, mən düz başa düşdüm ki, kvant şuuru nədir? Kvant şuuru bizim duyğularımızdan və düşüncələrimizdən irəli gələrək bizim içimizdə bir enerji formalaşır və o enerji bir vibrasiya yayır və kvant əslində o vibrasiyadır. Bəli. Kvant, ümumi kvant sahəsi desək, indi gəlin artıq bunu ümumiləşdirək. Kvant sahəsi müxtəlif enerjilərin bir-birlərinə olan mübadiləsidir.
Bax biz bu dəqiqə energetik mübadilə edirik sizlə, düzdürmü? Yəni iki variant vardı, ola bilər bizim enerjimiz toqquşardı. Yəni neqativ toqquşma olardı. Neqativ toqquşma biz sizlə iptaldır, seçmirik. Dalaşa bilərdik. Bu neqativ toqquşmadır. Bir o pozitiv toqquşma. Biz bu dəqiqə sizlə pozitiv toqquşuruq. Yəni bizim enerjilərimiz bir-birinə uyğunlaşır. Hətta bizim operatorun da enerjiləri bizə uyğunlaşıb deyə biz bugünkü gündə sizlə mübadilə edirik. Bütün dünya belə hər gün mübadilədədir. Yəni kvant sahəsi insanların və var olan kainat sisteminin içində heyvanlar, həşəratlar, bitkilər, fiziksel canlı və cansız əşyalar canlılar və cansız əşyalar daxil olan bütün funksiyanın mübadiləsidir. Yəni kvant sahəsi hər anda energetik mübadilədə olan prosesin bir təzahürüdür. Və insana götürəndə bunu insan burada duyğuları və hisslərindən dolayı mübadilə edir. Yəni mən bilgilərimlə, dilimlə deyil də mən hisslərim və enerjimlə dolayı hamı ilə mübadilə edirəm. Ola bilər ki, mən gözəl xanım ola bilim. Düzdürmü? Ola bilər ki, mən ideal bədən quruluşuna sahib olmam, amma yaxşı enerjim olmasın. İlk məni görəndə insanların fikri necə olacaq? Mən bu insandan nəsə istəmirəm. Amma gözəldir. Amma sonuncu brend modeldədir bəlkə, yəni bütün sistemi gözəl, amma insanın enerjisi toqquşma verir. Düzdürmü? Amma ola bilər ki, heç o qədər də gözəl xanım olmasın. Amma energetik strukturu güclü olsun və insan onunla danışdıqca danışmaq və vaxt keçirdikcə vaxt keçirtmək istəsin, düzdürmü? Bir daha vurğuluram. Kvant sahəsi, ümumiyyətlə kvant düşüncəsinin alt bazası və ana xətti dünya və insanın və dünyada var olan hər bir strukturun bir-birlə olan münasibətinin təhlili və izahıdır. Yəni energetik struktur dediniz. Energetik struktur nədir? Əla. Energetik struktur titreşimdir. Vibrasiyadır. Yəni atomun quruluşundan irəli gələn neutron protonlarda olan, fikir verirsiniz, indi gərək buranı izah edeyim. Ümumiyyətlə fikir vermisiniz ki, neutron və protonlarda elektron sistemdə sərbəst enerjidir. 99% sərbəst enerjidir orada, fikir verirsiniz. Və bu da kvantın ikinci ana xəttini formalaşdırır. Sən sərbəst enerjidən ibarətsən, amma sənin düşüncələrin sərbəst enerjiyə forma verir. Yəni mənim qorxum varsa, mən daxilimdə olan sərbəst enerjini qorxu modelinə çevrilirəm və mənim titrəşimim qorxu ilə iylənməyə başlayır. Enerjinin iyi var və biz hamımız onu duya bilirik. Biz hamımız bir-birimizin enerjisinin iyini bilirik. İçəri girən bir adam ilk bir saniyədə sizə hansı təəssürat yaratdısa, mənim əzim, sonra özünüzə maska taxmayın ki, yox, bu belə deyil, düz verdi sizə informasiyanı. Çünki biz bir-birimizi ilk öncə bizim hiss sistemimiz energetikdir. Biz sonra buna məntiq qatmaq istəyirik. Biz sonra buna beşli hiss sistemini qatmaq istəyirik ki, beşli hiss sistemi də dünyanın cəmi 5%-ni duya bilir. Mən 5%-ni görə bilirəm, 5%-ni iyini duya bilirəm. Yəni mənim hiss sistemimlə, yəni duyğu orqanlarımla, düzdürmü? Yəni duyğu hisslərim. Amma 95% mən enerjini başa düşürəm. İki variant var. Mən orada maskalayıram özümü ki, yox, mən başa düşmürəm. Məntiq üzərindən getmək istəyirəm, amma məntiq dünyanın cəmi 5% mənə də izah edə bilir. 95% məntiq mənə heç nə izah edə bilmir. Məntiq necə izah edə bilər ki, nəyə görə bir insanın digər insanla toqquşmasında həmən dava çıxır? Nədən o? Məntiq bunu mənə izah edə bilirmi? Xeyr, məntiq mənə. Yenə də psixologiya onu mənə izah edə bilir. Amma psixologiyanın özünün hərfi tərcüməsi ruh barəsində elmdir. Bəli. Düzdürmü? Doğrudur. Və biz ruhun oradakı vəziyyətini müəyyən edirik, öyrənirik. Davranış modeli deyəndə, özünü inkişaf edəndə biz nəyə nəzərdə tuturuq? Yəni, ruhsal durumun daxili dünyası. Görürsünüz, gözəl bir söz və görürsünüz, ruhsal durumun ümumiyyətlə 1000 sinonimi var. Mənəvi dünyadan tutmuş, daxili dünyadan tutmuş, sizin psixoloji durumunuza qədər. Yəni, bunlar hamısı sizin daxili sistemin yer kürəsində olan təzahürüdür. Və mən energetik struktur olduğuna görə, bu stol da energetik strukturdur. Hər hansı bir daha ötə bir ağacdan düzəlsədik, enerjisi daha güclü, məsəl üçün palıd kimi. O enerji nə ilə müəyyən olunur? Onun strukturu ilə, onun uzun ömürlülüyü ilə, yəni çox bir enerjini müəyyən edən çox bir struktur var. Cansız və canlı varlıqlar üçün müxtəlifdir. Yəni biz müxtəlif cür onu müəyyən edə bilirik. Görürəm ki, bu palıddan olsa, bunun energetik strukturu daha güclü ola bilər. Özü də güclü olur palıd. Özü də güclü, çünki palıddır. Məsələn, əgər biz götürsək hər hansı bir meşələrdən gələn ağac sistemini ki, onlar belə natural bir insan əli dəymədən formalaşmış energetik durumda formalaşıblar, onun enerjisi tam başqa cür. İnsan da elədir.
Biz indi insandan danışırıq. İnsan da elədir. İnsan naturalda çox ali enerjidir. Çox ali enerjidir. Yəni ilahi sistemin yaratdığı ən güclü enerjilərdən biridir. Məsələ odur ki, insan öz-özünü hansı vəziyyətə qoyursa, insan öz-özünü harda müəyyən edirsə, kainat onu orada müəyyən etməyə başlayır. Çünki kainat sistemi insanın bütün əmrlərinə tabedir. Bunu Allah belə istədi. Kainat sistemi Allah deyil. Kainat sistemi Allahın yaratdığı operativ baza sistemidir. Yəni bəzən insanlar bunu səhv salırlar. Allahla kainat səhv xeyr. Allah daha ali, böyük, məfhum, güclü bir enerjidir. Yəni ki, bütün var olur sistemidir. Bütün mənbə qaynaq enerjisidir. Kainat operativ baza sistemidir. İnsanların və burada olan varlıq sistemlərin daha ali sistemlərin mübadilə mexanizmi. Kainat insana tabedir. Kainat insana tabedir. Bunu belə Allah istədi. Və bütün dini kitablarda bunu vurğulayıblar, bildiriblər. Ayələrimizdə də bu var. Tapşırıq insanın, Adəmin inkişafına töhfə verməkdir, bütün strukturlara. Belə tapşırıq qoyulub. Amma biz tapşırığımızı unutduq. Biz düşündük ki, biz heç kimik. Biz düşündük ki, ümumiyyətlə bizim heç bir gücümüz yoxdur, çünki bizə belə düşündürməyə vadar elədilər. Amma kainatın çox gözəl bir oyunu var. Vadar olunandan sonra belə sən oyanırsansa, kainat yenə də sənə tabedir. İnsan düşüncəsi ilə idarə olunur. İnsan hissləri ilə idarə olunur. Və insanın hissləri çox qısa bir zamanda dəyişdirilə bilər. Əgər mən sizə var gücümlə inandırsam ki, bu su zəhərlidir, amma bu bir gün olmayacaq, çünki sizin müdafiə mexanizmləri var. Mən sizə 3 arxa nəsildən sübut gətirə bilsəydim ki, sizin nənələrinizdən başlasaydıq və bugünkü gündə sizə gəlsəydik və su zəhərlidir sözünü kodlaya bilsəydiksə və bu sizdə aktivləşsəydi bu inanc, siz hər su içəndə zəhərlənib ölə bilərdiniz. İnsan düşüncəsi ilə idarə olunur. Və əgər sizə uşaqlıqdan dedilər ki, sən 300 manatdan yuxarı maaş qazana bilməzsən, sizə artıq biz buna süni tavan sistemi deyirik. Artıq sənin tavanın hazırdır. Və sən uşaqlıqdan sənin beynivə salınsaydı ki, hətta sən ola bilərdik bu dəqiqə şor çörəyi yeyirsən evində ki, ümumiyyətlə bitki çörəyin bəlkə də yoxdur. Amma sənin beynivə salsaydılar ki, sən bu dünyanın ən uğurlu insan olacaqsan və bu səndə aktivasiya olunsaydı, dünyanın növbəti milyonçusu siz olacaqdınız. İnsan düşüncəsi ilə idarə olunur. İnsan daxili strukturu ilə idarə olunur. Bəli, biz indi bu dəqiqə istəyirik ki, biz hər şeyi qırağa bağlayaq, nömrələrə, rəqəmlərə. Var bu sistem, amma cəmi 5%, o da 5%-dir. İnsan dəyişməsi üçün daxilinə geri dönməlidir, özünə. Və birinci dəyişim strukturu fərqindəlikdir. Keçən videolarımızın birində mən belə bir məsələyə toxundum, kvantla videoydu. Ümumiyyətlə, kvant düşüncəsini anlamaq üçün insanın beyni hazır olmalıdır. İnsan cahil beyin strukturundan çıxmağı bacarmalıdır və bu da təkamüldür. Yəni, bugünkü gündə bəlkə də bizim videonu hər adam dinləyə bilməyəcək. Yenə də deyirəm, keçən dəfə mən bunu vurğulamışdım. Nəyə görə? Çünki burada insanlar öyrəşiblər əsrlərlə ki, demək ki, kimsə günahkardır. Sənin uğursuzluğunda kimsə günahkardır. Varı atan olmadı ona görə uğursuzsan, sənə cadu elədilər ona görə uğursuzsan, sənin, nə bilim, paxıllıq elədilər sənə ona. Qabağını kəsdilər. Amma heç kim öyrəşməyib desinlər ki, okey, gəlin də baxaq zəif nöqtəvə ki, necə onun gücü çatdı ki, o sənin qabağını kəsə bildi. Və mən kəsilməməsi üçün hansı addım Bəli, kəsilməməsi üçün mən hansı addım atdım və insanlar illüziyanı sevir. Baxın, Sevinç xanım, bu dəqiqə biz insanlara nağıl danışsaydıq buradan ki, get bir dənə həb var, onu iç, 3 dənə, nə bilim, x bir şeylə, uğur həbi və sən dünyanın uğurlu insanı olacaqsan, inanın, yəni bizim görüşə minlərlə insanlar gələ bilərdi. Amma o deyil axı. O deyil. Heç bir həb yoxdur. Həb mənim içimdədir. Artıq yaradanda ilahi sistem o həbi mənə verdi. Dedi, sənsən. Bütün dünyanı idarə edən də sənsən. Çünki sən bəşərlər fikir verirsiniz, yəni gözəl bir sözdür ki, Quranda necə gözəldir? Bəşərlərsiz. Bəşər nədir? Hərəmiz bir dünyayıq. Və bu dünyalar hər gün bir-birlər arasında mübadilə aparır. Kvant bizə bunu izah edir. Mübadilə necə olmalıdır? Hansı qanunlara riayət olmalıdır ki, mən uğurlu ola bilim? Əgər mənim prioritetimdirsə uğurlu olmaq, bəlkə kim üçünsə uğur sadəcə rayonda hər gün səhər rahat durub, təbiəti ilə məşğul olub, axşam rahat yatmaqdır. Kim üçünsə uğur dünyanı fəth etməkdir. Uğur segmenti özü də fərqlidir. Bəli. Və mən hətta indidən istəyirəm ki, artıq bizim bugünkü podkastın məqsədi tək məlumat vermək deyil, insanlara toxunmağa bu mövzuya icazə verməkdir. Birinci mən sizə bugünkü gündə sual verirəm. Özünüzə sual verin. Əgər siz uğur da arxasınca gedən
bir xasiyyətdəsinizsə, sual verin özünüzə, sizin üçün uğur nə deməkdir? Ümumiyyətlə, mənim üçün uğur və bu uğur mənim üçün 5 ilə özünü necə təzahür elətdirə bilər, 10 ilə, 15 ilə, 20 ilə və növbəti əsas sual, mən bu uğuruma nə qədər enerjimi verməyə hazıram? Kainatda heç nə sizə elə belə verilməyəcək. Hər şey sizin enerjinizə görə, çapanıza görə var. İlahi xanım, enerjimizi necə çoxaldaq? Necə çoxaldaq? Bəli. Bəli, çox gözəl sualdır və çox maraqlı bir sualdır. Siz bilirsiniz insanın enerjisini hansı faktorlar yeyir? Düşüncəsi təsir edir. Mütləq. Birinci düşüncədir. Zaten biz bugünkü gündə nə danışacağıq? Artıq düşüncəyə geri dönəcək. Mən hisslərimə və düşüncələrimə. Mən belə deyim, burada bir fərqindəlik vermək istəyirəm. Mənim düşüncələrim, gündə mənim beynimdən 60-90 min fikir keçir. Və bu hamımızın beynindədir. Bax bu dəqiqə bizdə 3 nəfərik burada. Artıq onu biz 300 minə verə bilərik. Yəni gün ərzində bizim hamımızdan beynimizdən 90 minə qədər sərbəst fikirlər deyirik biz buna. Əgər mən güclüyəmsə ki, digərlərinin düşüncəsi mənə yoluxdura bilmir. İndi bu barədə də danışacağıq sizlə. Fikir hələ mənim həyat tərzim deyil. Fikir mənim daxili strukturuma hisslə çevriləndə artıq mənim dünyamı dəyişməyə başlayır. Yəni mən azad fikirlər mənə o qədər təsir eləməyə bilər. Bu həm uğurlu fikirlər ola bilər, bunlar hamısı neqativ fikirlər də ola bilər. Adətən də əgər siz bir belə deyək ki, cəmiyyətdə neqativ bir duyğudasınızsa siz özünüz, cəmiyyətdə də bir neqativ kütlə ilə çarpazlaşacaqsınız. Biz buna rezonans qanunu deyirik. Mən hansı düşüncədəyəmsə, mən o düşüncə ilə ancaq çarpışa bilirəm. 10% aşağı və 30% yuxarı, o da təkamül qanununa görə 30% həmişə mən yuxarı verilir ki, mən təkamül edə bilim. Dünya yer kürəsi, boboda yer kürəsi strukturu niyə yaradıldı? Adəm evladı yer kürəsinə düşüb, təkamül edib, dərslərini alıb dünyadan getməsi üçün, yəni evolyusiya üçün, təkamül üçün yer planeti belə yaradıldı. Biz həmişə deyirik ki, küçümsəməyin boboda yaradılışı. Və dünya getdi, 3D yoxdur artıq, 5D reallığı deyir, oyanacaqsan, və sən başa düşəcəksən ki, sənin həyatın hara gedir, ay insan. Çünki sən artıq insanlıqdan da çıxırsan, sən Adəmə doğru gedirsən. Sən təkamül dövrünün ən pikini yaşayan bir eraya girirsən. Yəni biz artıq girmişik o eraya. 2020-ci il biz artıq girdik hamımız o eraya, yəni. Və mən enerjimi qaldırmaq üçün ilk öncə çox sadə bir aspektdir bu. Mən müəyyən eləməliyəm, mən bugünkü gündə nə qədər neqativdayam və nə qədər pozitivə keçid verə bilərəm. Mən istəyirəm bu barədə bu dəqiqə danışaq, çünki adətən məhz burada insanlar böyük bir xəyal qırıqlığına uğrayırlar. Neqativ olmaq nə deməkdir? Lakin xanım, çox vaxt insanlar neqativ düşüncəni tanımırlar. Bax, mən indi ona görə demək istəyirəm. O düşünür elə, amma bilmir ki, neqativ düşünür. Elə bir ki, düz düşünür. Çünki mantra kimi. Biz həmişə deyirik, sizin mantranız gün ərzində pisdir, həyat pisdir, mənim pulum olmayacaq, müştəri olmayacaq, çəkiliş olmayacaq. Siz bu mantradasınızsa, mənim əzizim, ilahi yaradılış. Sən artıq kodluyursan hər şeyi. Neqativ bilinç nədir? Hər şeydə pisi görmək. Bu dünyada var olan hər şey. Və sən deyirsən ki, hər şey yaxşı olacaq, adam sənin üzünə. Sizə hətta məhkəməyə verə bilər o suala, sözə görə ki, sən niyə mənə dedin ki, hər şey yaxşı olacaq? Mən sənə deyirəm ki, hər şey pis olacaq. Okey, mənim əzizim. Əyləri sən bugünkü gündə bu cür ali yaradılış deyirsən ki, hər şey pis olacaq. Bu rəzim kainatın birinci funksiyası nədir? Sənə tabe olmaq. Və sən qərarın, son qərarın nədir? Kainat həmişə sual verir. Son qərarın nədir? Hər şey pisdir. Buyur. Sənin proyeksiya. Kainat pis yaxşı anlamını tanımır, Sevinç xanım. Onu biz qoymuşuq. Yəni bizim üçün şərt var pis yaxşı. Kainat sadəcə sizin daima, bax burada önəmli də uşaqlar və bəzi insanlar deyir ki, axı mən 10 gün nə bilim meditasiya elədim. Mən 10 gün düşüncələrimi dəyişdim. Mənim həyatım dəyişmədi. 35 il sən mantra ilə demisən ki, hər şey pisdir. Və sən istəyirsən ki, 10 gündə nəsə dəyişsin. Gəlin real danışaq. Gəlin məntiqli olaq. Neqativ bilinc hər bir vəziyyətdə neqativ görməkdir. Bu həmən qırılmır. Bunun praktikası var. İndi bu dəqiqə praktikanı deyəcəm. Kimə? Bəzən deyirlər ki, biz təlimlərə gələ bilmirik, bizim imkan sahəmiz yoxdur. Amma bu da bir imkan, təlim ümumiyyətlə imkana bağlı olan bir məsələ deyil. Təlim ruhun bir seçimidir, yəni. Ailələşməyin ruhun bir seçimidir təlim. Və mən neqativ düşüncədəyəmsə, ilk öncə mən bunu özümə açıq-aşkar deməliyəm ki, mən bu dəqiqə başa düşdüm ki, səhərdən axşamacan mənim ağzımda zikr və mantra kimi bir söz var, hər şey pis olacaq. Bu mənim daxili qorxularım ola bilər. Əlbəttə ki, bu bir gündən formalaşmır. Bu mənim ana bətnimdən, anamdan götürdüyüm kodlama sistemindən tutmuş, hər gün dostlarımla, cəmiyyətimlə
olan strukturunda biz belə deyirik, təcrübə, təsdiq. Təcrübə və təsdiqindən irəli gəlir. Və insanlar mənə deyə bilər ki, "Laxam, deyirsiz hər şey yaxşıdır, amma hər şey pisdir." Bəli, çünki sən hələ o sferadasan deyə sənin pis düşüncəvi təsdiqləyən faktorlar kainat sənin qabağına çıxardır. Sən düşüncəvi dəyişməyə başlayan kimi sənin qabağına tamamilə başqa insanlar çıxmağa başlayacaq. Çünki sən ilahi sistemin ali yaradılışı olaraq azad iradənlə kainata artıq deyirsən ki, artıq mən başa düşürəm ki, hər şey pis olmaya da bilər. Yəni yenə deyirəm, kainat pis yaxşını tanımır. Energetik olaraq daha fərqli bir strukturu mənə göstər. Əgər mənim beynim deyirsə ki, hər şey qıtlıq içindədir, pul yoxdur və mən buna həqiqətən inandırılmışamsa, mən var gücümlə pul olmayan strukturu yaradacağam. Bəli. Mən yenə deyirəm, təcrübə təsdiq, kainat sadəcə sizin daxili hisslərinizə cavab verir. Və bu hisslər üstdə olan hisslər deyil, alt hisslərdir. Pozitiv olmaq nə deməkdir? Bəzən insanlar orada səhv salır ki, laxam pozitiv olmaq səhərdən axşamacan gülmək, səhərdən axşamacan bir eyfariya vəziyyətində olmaq, uçmuş bir dırnaqarası bir vəziyyətdə olmaq demək deyil. Reallıqdan uzaq olmaq demək deyil. Reallıqdan uzaq olmaq deyil. Pozitiv vəziyyət ən çətin dövrdə belə. Bax, bu liderlik idarə olması təliminin birinci funksiyasıdır. Lider formalaşanda bilirsiniz, onlar nə öyrədirlər? Sən ən çətin vəziyyətdə belə ən işıqlı qərarı görməyə bacarmalısın. Və pozitiv bilinç yenə deyirəm, biz demirik ki, siz pozitiv bilinçli olaraq, yəni dünyanı düzgün görməyə bacarmaq. Dünyada daha ötə sistemin var olduğunu düşünmək və bu yola çıxmaq. Yəni və pozitiv bilincə hər adam da girə bilmir. İlk cahil struktur ümumiyyətlə beyinlərin inkişaf belə deyək mərhələləri var. Cahil struktur barədə çox vermək istərmirəm çünki bu belə deyək çox dərin məlumatı və insanların başını qarışdıra bilər, amma belə ümid deyim ki, cahil bilincləri var. Bəli, cahil bilinç hansı bilinçlərdir? Biz birinci, ikinci sinif uşaqları kimi onları görürük adətən və biz birinci sinif, ikinci sinifi qınamırıq ki, o niyə birinci, ikinci sinifdir, düzdürmü yəni? Təkamül prosesində bir bilinç modelləri var. Yəni kimsə artıq hələ balaca bilincdədir. Yəni ilk mərhələdədirlər. Onlar üçün bu həyatda maraqlıdır ancaq yemək, içmək, bəlkə də ailə qurmaq və belə deyək də bir buna deyək kök və cinsəl çakra üzərindən qurulan bir strukturdur yer kürəsi ilə. Var orta bilinclər hansı ki artıq belə deyək bu natural baza ehtiyaclarından çıxıblar, artıq tək ovçuluqla və ailə quruculuqla məşğul deyillər və biraz daha ötə bir var sisteminə girməyə hazırdırlar və var ali bilinclər. Ali bilinc artıq heç bir halda natural istəklərə bağlı qalmır və sistemin daha ali olduğunun axtarışındadır. Mən bu dəqiqə bu podkast axtarışda olan insanlar üçündür. Hansı ki başa düşüb ki nəsə var. Yəni yenə deyirəm, bu podkast yenə də çoxlarına ağır gələ bilər keçən dəfəki kimi. Yadınızdadır, biz bu barədə dedik. Amma bu podkastın əsas məqsədi artıq axtarışa çıxan insanlara işığı tutmaq üçündür. Və burada da axtarışa mən çıxanda birinci sualım bilsiz nədir? Mən axtarışa çıxmağım birinci sual artıq bu bir gecədə də ola bilər sənin çıxan. Mənim beynim bir gecədə belə təkamül prosesinin etapını dəyişə bilər. Bax, axtarışa çıxan insanın özünə verdiyi ilk sual nə olacaq? Mən kiməm? Və bu dünyada niyə varam? Artıq o çox qəribə bir sistemdir və artıq mən illərdir, 10 ildən çox tərcüməmiz var. 50 mindən çox insanla işləmişik və dünyanın ən güclü sırf koçluq, şəxsi inkişaf, mentorluq olan müəllimlərindən təlimlərim oldu. Yəni Joe Dispenza kimi, Keha kimi, Wayne Stable kimi, yəni bir sıra onlarla belə müəllimlər, dünyavi müəllimlər, hansı ki mənim müəllimlərim olublar. Və onların o çox gözəl o baxış bucaqlarıdır ki, bir gecə həqiqətən bir saniyədə baş verir. O bir saniyədə elə bir sənin beynin artıq dünyavi o qaçışlardan uzaqlaşır. Demir ya, tamamilə ləğv olunur. Yox. Sən o ovçuluq, ancaq pul qazanmaq, ancaq bu krediti necə ödəyim, onu necə... O düşüncəsindən aralanırsa ki, birdən-bir səni aralıyorlar o düşüncədən. Və sən daha bir başqa boyut beyinə girməyə başlayırsan. O beyin başlayır. Birinci sual burada, mən kiməm ümumiyyətlə? Mən niyə bu qədər qaçıram? Mən niyə bu qədər çapa göstərim? Ümumiyyətlə, mən hardan gəlib hara gedirəm? Hər insanın sualının cavabını tapa bilir. O başlanğıc sualı olduğuna görə bizə o sual yola çıxardır. O sual bizi yola çıxartmaq üçündür. Onu elə cavabını tapmaq üçün, müəllimi tapmaq üçün, yox, gəlməyəcək həmən. Çünki kainat, bax, yenə də deyirəm uşaq, belə bir məsələ var. Mən uzun illər bir vibrasiyanı verirəmsə, kainat artıq məni o vibrasiya ilə tanıyır. Və mən bir günə, 5 günə, bir ay o vibrasiyanı hələ dəyişə bilmirəm.
Mənə biraz zaman lazımdır və hətta kvantumun 63 gün modeli var. Amma müsbət cəhət bilirsiniz nədir? İlk neyronun formalaşması kainata siqnal gedir. Kainat artıq məni dəyişkən varlıq kimi görməyə başlayır. Amma mən onu sübut eləməliyəm ki, mən dəyişirəm. Necə mən uşağa birinci güvənmək üçün o bir neçə dəfə məni güvəndirməyə bacarmalıdır, düzdürmü? Mən evladıma güvənmək üçün mən onu ilk öncə o mənə güvənməyi mənə öyrətməlidir. Daha sonra mən ona güvənməyə başlayıram. Sistem də bizi belə görür, yəni. Bizi bir daha vurğulayıram. Kainat sistemi mənim enerjimlə məni duyur və lamçıqa kimidir. İşığımız böyük olanlar və işıqlar balaca olanlar və bu da sizin birbaşa daxili strukturunuzdan irəli gəlir, yəni ki. Mənim sistemim mənə tabedir. Həyat mənə tabedir. Mən həyata tabe deyiləm. Və həyat ssenariləri mənim daxili ssenarilərim üzərindən qurulur. Yenə deyirəm, əgər mən inanıramsa ki, ağır ssenarilər var, boşanmalar var, böyük bir itkilər var və bu genetik olaraq da gəlir, çarxan nəsillərdən də bu məndə olub, bu faktor məsələlərdir. Mən yenə deyirəm, bu bir işdir. Özünü, şəxsi inkişaf böyük bir özünü yenidən formalaşmaqdır. Mən demirəm ki, bu aspektlər təsir göstərmir. Bir dənə səhərdən axşamacan hər şey yaxşıdır sözünü deyək və həyat yaxşıya dönəcək. Yox. Amma hər şey yaxşıdır bilincinə keçmək artıq sizin üçün birinci addım olacaq. Lahiyə xanım, nə qədər insana, yəni vaxt tələb olunur doğrudan da öz düşüncəsini dəyişmək üçün, o həmin o həqiqətən o kvant deyək də düşüncəsinə gəlmək üçün bir insana nə qədər vaxt lazımdır, Çox gözəl nə sual. qədər işləməlidir üzərində. Çox gözəl sualdır. Mən sizə bu etapı izah edim. Bəli, Birinci işıq yanır beyində. Mən kiməm? Sonra işığı söndürmək istəyirlər. İşin gücün qalmayıb sənin. Deyəsən çox pul qazanırsan, deyən artıq sənin problemin yoxdur, suallara girmisən. Növbəti etap bu olur. Və ikinci yoxlama oradadır. İşığım sönəcək yoxsa sönməyəcək? Mən əgərləri dayanıqlı olaraq o sualı hələ də özümə verirəmsə və ilahi sistema, kainata, var olan dünyaya biraz daha fərqli baxmağa başlayıramsa, mənə müəllim gəlir. Tələbə hazır olanda müəllim gəlir. Müəllim gəlir və başlayır mənim özümə uyğun, hər kəsin özünə görə müəllimləri var. Hamı eyni müəllimdən keçə bilməz. Mənim sorğuma görə mənim müəllimim mənə gələcək. Bu müəllimlər indi karmik zonada fiziksel boyutda insanlar da ola bilir, ustadlar da ola bilir, bir təlim də ola bilər, bir film də ola bilər, bir kitab da ola bilər. Bir cümlə də ola bilər. Bir cümlə bəzən. də ola bilər, bir söz də ola bilər. Müəllim olaraq yəni. Biz müəllim olaraq tək insan formatına salmayaq, çünki kainat enerjiləri müxtəlif formatdadır. Və mən başlayıram öz yoluma çıxışa. Bu yolda həmişə sınaqlar var. Çünki axı siz böyük bir enerjini geri qaytarmaq istəyirsiniz. Siz əlbəttə ki, sınanılmalısınız. O biz deyirik ki, o hətta işə götürəndə görsə ilk 6 ay sınaq dövrü var. Yəni kainatda da sınaq dövrləri var. Bəzən insanlar ki, "Ağa mən başladım, gücüm." Bəli, başladı çünki bu sınaq dövrü barəsində məlumatsızdır deyə insanlar elə bilir ki, hər şey anda olacaq. Amma hər şey də anda olur. İnsanlar biraz nəsə etmək istəmirlər özləri Baxın, üçün. bir karyeranı qurmağa 30 il tələb olunur. Yenidən özümü qurmağa sizcə neçə il tələb oluna bilər? Baxır mənim ambisiyama. Bəli. Baxır mənim hədəfimə. Gücümə. Baxır mənim gücümə, iddiama, cəsarətimə, iradəmə. Qoyduğum zəhmətə. Bəli. Amma burada birinci şad xəbər odur ki, elə həmən başlayır proses. Amma prosesi axıra qədər gedə bilərəmmi? Bu, bilirsiniz necə sualdır? Bir insan dünya çempionu mən neçə müddət edə bilərəm? O onun fiziksəlindən asılıdır, düzdürmü? İdarəsindən, kontrolündən, cəsarətindən, iradəsindən, hər bir funksiyasından asılıdır, düzdürmü? Və bəzən insanlar var bu prosesi, yenə deyirəm, bir də vurğulayıram, hədəfindən asılı olaraq bir prosesi bir ayda bitirə bilər. Bəzi insanlar eyni o inkişaf prosesini bir ömürdə həsr edə bilər. Məsələn, mən artıq 10 ildir bu proseslə məşğulam və hər gün də zövq alıram. Mən hər gün, mən birinci özümdən işləyirəm, daha sonra insanlarla işləyirəm. Çünki birinci insan özünü dəyişməlidir ki, insanlara girə bilsin. Yəni, o düzdür ki, özünü hər dəyişməsə mümkün deyil. Seansa gələn bir insanla dəyişəndə də siz özünüzdə dəyişmiş Mütləq olursunuz. kvant alanı yalnız sizə bağlı, Allaha və sizə bağlı olan bir vəziyyətdir o. Aliyyəni kvant alanı üçün lap dərinə geçsə, sadəcə nedir bu podkast, ilahi sistem və sizdən başqa proyeksiya yoxdur. Hər şeydir. Bu su belə sənə xidmət üçün gəlib. Yenə deyirəm, kainatda da negativ pozitiv olmadığına görə insan çox dirənəndə biraz negativlə onu islah eləməyə başlayırlar. Döyürlər, biz deyirik də. İki variant islah var. Döyülərik və normal şəkildə başa düşərik. Adətən biz normal şəkildə başa düşməyəndə bizi döyürlər. Biz buna problemlər deyirik. Problemlər, qısır döngülü problemlər. Bəli, xəstəliklər, ağır travmalar. Əslində o ağır deyil ha. Sadəcə insanın dəyişməsi üçün ona belə deyək, şiddət deməyək.
dəmir deyir isti-istidir. Dəmiri polad böyük bir əriməsi üçün böyük temperatur lazımdır. Temperatur lazımdır ki, o həm ərisin, həm də yeni qəlbə çevrilsin. Ona görə bəzən insanlar çox dirəncli olanda kainat sistemi onlara daha ağır dərslər verə bilər. Və kainatın belə bir qanunu var, Sevinç xanım. Yenə deyirəm, bu o qədər dərin bir mövzudur ki, birindən digərlərinə giririk. Kainatın bir qanunu var. Bizə həmişə vəziyyət barəsində ilkin sadə, normal dildə izah gəlir. Bunu eləmə deyirlər bizə. Biz onu eşitmirik. Eləyib keçirik. İkinci dəfə mesaj gəlir. Sənə dedim axı, eləmə. Və bu mesajlar insanlardan gəlir bizə, situasiyalardan gəlir bizə. Məsələn, həmin o məsuliyyətli olmaq barəsində. Gəlin belə bir idarə çərçivəsində bir məsuliyyəti danışaq. Elə buradan götürək, insanlar başa düşsün, gözəl bir misaldır. Birinci, əgər işçi hər hansı bir məsuliyyətsizlik edirsə, həmən ona şiddətli töhmətmi verirlər? Xəbərdarlıq. Kainatda da elədir. Birinci xəbərdarlıq gəlir ki, bax sən burada səhv edirsən və biz xəbərdarlığı görürük, vallahi görürük. Sadəcə onu görməməzlikdən gəlirik. İkinci xəbərdarlıq daima ciddi olur. Daha ciddi. Tutarım ki, hər hansı bir insana nəsə eləmə. Biz nəsə yaxşılıq eləmək istəyirik, yaxşılıq edirik. O insan geri dönür bizə çox böyük bir təkrarlı sözlərlə və yaxud da bizim qədrimizi bilməməklə. Amma biz yenə də gedirik ona nəsə eləmək istəyirik. O artıq öz hərəkəti ilə bizə bildirdi ki, yəni bizə bildirir ki, eləmə. Biz məntiqi o qədər ilahiləşdirmişik ki, o 5% olan strukturu. Əsəl 95%-dən xəbərsiz qaldıq. O da bizim şuuraltımızdır. O da bizim daxili sistemimizdir. Bizim hisslərimizdir. Biz hisslərimizə güvənməyi öyrənmədik. Və kainat sonuçda bizi vurur. Adətən dərin problemlara, istər borc olsun, istər itkilər olsun, istər daima partnyorlarla olan negativ münasibətlərimiz olsun. Biz həmişə eyni şeyi təkrarlamaq istəyirik deyə təkrar gəlir. Və adətən bizim sadəcə gücümüz çatmır ki, o vəziyyəti dəyişək. Çünki öz gücsüzlüyümüzə çox inanmışıq. Bu həyatda mən nə istəsəm dəyişə bilərəm. Və insan bugünkü gündə əziyyət çəkirsə, o sadəcə o əziyyəti seçib. Bax, bu dəqiqə o əziyyət bəlkə kimsə çox real olaraq ağır bir vəziyyətdədir. Mən sual verirəm sizə, o sualı sizə cavab versəz, bu vəziyyət getdikcə sizi buraxacaq. Bu vəziyyət bu dəqiqə sizə nəyi öyrətmək istəyir? Və bu vəziyyət indi başlamayıb, biraz da qabağa gedin. Adətən 7 il əvvəl başlayır hər bir şey. Məsələn, qurban bilincində olan insanlar Əlbəttə ki. O nədən başlayır? Qurbanlıq bilinci dünyanın bilincidir. İdarə etmək üçün ən güclü bilinclərdən biridir. Maksimal dərəcədə manipulyasiya ilə formalaşdırılıb. Qurbanlıq bilinci yer kürəsində 5000 ildir ki, formalaşdırılır. 5000 il. Və manipulyasiyalar, vəziyyətlər, yazılıq dönəmindən idarə etmə prosesləri və insanlar yazıqlıq olaraq, baxın, kütlə kimi sevir. Kütlə cəsarətli insanı sevir, Sevinç xanım, yoxsa yazıq insanı? Yazıq insanı. Bəli. Görürsünüzmü? Qurbanlıq bilinci, belə də izah edək, qurbanlıq bilinci insanın aşağı titrəşimdən hərəkətidir. Yəni, yazıqlıq pozisiyasından, qorxaqlıq pozisiyasından, mərhəməti yazılıqla səhv salmaq pozisiyasından. Qurbanlıq bilinci sizi daima qurban vəziyyətində saxlayacaq və sizin qabağınıza sizi döyən vəziyyətlər gətirəcək. Narsist insanlar, vəziyyətlər, narsist tək insan deyil ki, vəziyyətlər narsist. Abuziv dönəmlər, niyə? Səni qaldırmaq üçün, yenə deyirəm, kainatın bir funksiyası var. Bizi daha ali versiyamıza keçirmək üçün, gücləndirmək üçün. Narsist ona görə çıxır ki, bizim zəif tərəflərimizi göstərsin. Bəli. Belə bir həmişə misal gətirirəm. Şir ayıya hücum edir? Yox. Təbiətdə bilmirəm. Əksərən yox. Şir dovşana hücum edir. Marala hücum edir. Ceyrana hücum. Görürsünüz faktoru. Narsist energetik olan, mən baxdım ama biz bir-birimizi iyi ilə başa düşürük. Narsist energetik olaraq qurban axtarır. Qurban da energetik olaraq özünə narsist axtarır. Çünki qurbanlığın əsas vəziyyəti nədir? Əziyyət çəkmək. Gəl mən sənə qurbanım deməkdir. Bəli. Əziyyət çəkmək. Və qarşı tərəf gələcək, sizə o əziyyəti çəkdirəcək. Əziyyət çəkməkdən vaz keçin, sizə heç kim əziyyət vermək istəməyəcək. Amma əziyyət çəkməkdən vaz keçmək özü belə. İnsanlar da deyəcək, İlahi xanım, siz bilmirsiniz, biz hamımız əziyyət çəkməkdən imtina eləmək istəyirik. Dildə, hərəkətdə, davranışda yenə də eyni təkrarlar başlayır. Mən o insana inanıram ki, o deyir ki, mən artıq vaz keçirəm əziyyət çəkməkdən. Əziyyət çəkməyi analiz eləməyə başladı.
Niyə mən əziyyət çəkirəm? Hansı zəif xüsusiyyətlərim var ki, o əziyyəti məni qatırır? Harda yox deyə bilmirəm, harda sərhəd qura bilmirəm, harda yalandan özümü kiməsə qurban eləmək istəyirəm, harda qurbanlıq vəziyyətimlə sevgi çəkirəm? Adi suallardır. Amma sizi A nöqtəsindən B nöqtəsinə aparacaq bir suallar. Amma bizdə cəmiyyət istəyir ki, qarşısındakı insan qurbana keçsin də. Yəni qurbana keçəndə biz ona mərhəmətli oluruq. Dünyanın cəmiyyəti. Bu oyunun bir qaydası sistemidir. Yəni ki, belə deyim, bir qurbanlıq modunda, çarəsizlik vəziyyətində energetik baskı yaranır, eləmi? Və bu energetik baskıdan hər adam çıxa bilmir. Bəli. Düzdürmü yəni? Bəli. Energetik baskı idarə etməyə kömək eləyir. Doğrudur. Bilirsiniz? Yəni bu dünyanın strukturu və qurbanlıq Ailədə birinci də belədir, ailələrdə də bəs belə, birinci struktur münasibətlərdə ailədir. də belədir. Bəli, belə. Birinci bəs patriarxal sistem nə sistemi idi? Yəni birinci baskı sistemi. Baskı sisteminin idarə olunma və bu qurban bu dünyada bu belədir. İndi evolyusiya olunan artıq millətlər o da fikir versə, yəni biz onlarla çox işləyib. Məsələn, gedirsən görsən yox, hələ də qurbanlıq birinci sessiyaların əsas ana xəttidir. Tony Robbins ən güclü ustadlardan biri sayılır. 65 min insan bir dəfəyə stadiona 65 min insan canlı qoşulur. Yəni onlarla mən danışmıram. Sizcə birinci işlənilən mövzu nədir orada? Qurbanlıq. Qurbanlıq. Yəni yox deyə bilməmək, sözünü demək bacarığı, öz sərhədlərini qoruma bacarığı, öz mənliyini mərkəzə qoymaq bacarığı da bunda ego ilə bizə səhv saldırdılar. Baxın, bəli. Çox vaxt məsələn biz sosial mediada görürük ki, bəzən insanlar şərh yazır ki, psixoloqlar və yəni bu coachlar insanlara deyir ki, həyatını özün mərkəzinə qoy, özünü həyatını mərkəzinə qoy. Birinci özünü xoşbəxt et, birinci özünü məmnun et, sonra başqalarını və bu sanki bir egoistik bir yanaşmadır. Çox gözəl sualdır. Psixoloqlar insanlar egoizmə çağırır, fərdiyyətçiliyə çağırır və bununla da cəmiyyətdə mərhəmət hissi azalır. Kimi, yəni mən tez-tez sosial mediada bu şərhləri görürəm. Kim dedi ki, özünə dəyər vermək, özünə həyatının mərkəzinə qoymaq, digərlərin qarşısında olan vəzifə borcları unutmaq deməkdir. Baxın, belə yanlış. Görürsünüz, burada belə. Görürsünüz, qurbanlıq bilinci o qədər şiddətlidir anlaşılır. Ki, bəli, şiddətlidir ki, o qədər qurbanlıq bilinci. Birinci ilkin o özünə gəl mesajına belə ziddiyyətə görürsünüz, necə ziddiyyət verirlər insanlara. Mən bir daha vurğulamaq istəyirəm. Özünü həyatın mərkəzinə qoymaq bu strukturun qanunudur. Əslində güclü olmaq deməkdir o. Yox, bu təbiətdən belə olmalıdır. Bizi öz yerimizdən çəkdilər. Yəni bu da başqa bir mövzudur. O yerdən çəkmək üzərinə biz sizlə 5 podkast hazırlaya bilərik ki, necə oldu o yerdən çəkildi və niyə mən istədim ki, mən öz yerimdən çəksinlər, yəni məsələ odur. Gəlin bunu ki, mən təzədən yerimə qayıdıramsa, qarşı tərəf qabağında məsuliyyətimi, vəzifə borclarımı unutmaq demək deyil. Mən özümə bir qadın olaraq dəyər verirəmsə, o demək deyil ki, mən həyat yoldaşımın yeməyini bişirməməliyəm. Evladımın qulluğunda durmayacağam. Mənim ictimai və ailə daxili vəzifə borclarım var. Amma məsələ odur ki, mən onu özümə dəyər verərək etmiş oluram və yaxud da özümü qulluq modunda, ləğv modunda tamamilə tükədərək edirəm. Bax, bura adi bir misal gətirəcəm. Çünki bilirəm, mövzular ümumiyyətlə dərin və ağır mövzulardır. Həmən başa düşülə bilməyəcək bir mövzulardır. Amma burada bir misal gətirirəm. Xanım üzərindən götürürəm. İşləyən xanımdır. Bugünkü gündə Azərbaycanda, bütün dünyada artıq bərabərlik sistemidir və bundan sonra xanımlar, bəylər hamı bərabər işləyəcək. Yəni və kimsə hələ də o düşüncədədir ki, mən oturacağam, kimsə məni gəlib xilas edəcək, mənə nələrsə verəcək. Mən sizi təbrik edirəm. 95% bu düşüncə artıq birazdan olmayacaq və siz mən sistemindən irəli gələcəksiniz. Bu 5D reallığının sizin hamımızın qarşısında qoyduğu tələbdir. Bərabərlik və bütün enerjinin müəyyən olunması. Yəni ki, biz buna проявление rus dilində deyirlər. Yəni ki, tam özünü təzahür edə bilməsi yəni. Qadındır. İşində də var, ailəsində də var. Struktur, yəni xoşbəxt qadın strukturu budur. Yəni fərqi yoxdur, insan strukturu budur. İnsan ki, iki vəziyyətdə bugünkü gündə xoşbəxtliyinə belə deyək, zəncir qoyub. Əslində orada deyil, amma zəncir oradadır ki, yaxşı işim olsaydı xoşbəxt olardım, yaxşı ailəm olsaydı xoşbəxt olardım. Amma nə yaxşı işdə, nə yaxşı ailədə ki, daxili xoşbəxtçilik yoxsan, xoşbəxt ola bilmirsən, bu da bir ayrı mövzudur. Bəli. Qayıdırıq. Okey, yaxşı, mən deyirəm ki, zəncirlənib xoşbəxtçilik modelində ailəyə və işə. Əgər o xanım dəyər sistemini tanıyırsa, öz sərhəd sistemini tanıyırsa, sizcə xanımın oyanma vaxtı saat neçədə olacaq? Və fərqi yoxdur, xanım olsun, bəy olsun.
lazım olan saatda. Ay, çox gözəl. O işə təngi nəfəs qaçacaqmı? Xeyr. O işdə bəzən xanımlar deyir ki, özüm tükədirəm. Qurbanlıq bilinci də sizi tükədən orada. Lazım olmayan məsuliyyəti üstlərinə götürmək, lazım olmayan insanlar üçün işləri görmək, dırnaq arası yaxşılıqlar eləmək. Yaxşılıq dünyaya yaxşılıq sistemini yaymaq bizim birinci missiyamızdır. Amma düzgün. Yanlış cəhətdən yox. Bu xanım dəyər sistemində, sərhəd sistemində rahatçılıqla gedib işində gündəlik 8 saatını rahat işləyəcəksə, Sevinç xanım, o evə tükənmiş vəziyyətdə gələcəkmi? Yəqin ki, yox. Yox. Evinə gəlib həyat yoldaşını yenə mən bunu bəyə də aid edirəm, mən bunu xanıma da aid edirəm. Bir strukturun içində daha rahat, bu bir təlimdir, bu bir özü üzərində işdir. Bu bir günə bizim çünki atalarımız, analarımız belə bir sistemi bizə göstərmədilər. Onlar bizə yaxşı qul olmağı göstərdilər, yəni qulluqçuluq eləməyə göstərdilər. Amma belə öz dəyərini bilən, sərhədlərini bilən bir fərd olaraq, şəxsiyyət olaraq yetişdirməyə bizə öyrətmədilər. Və həmin strukturu bilən bəy və xanım evində gəlib yenə də öz rutin vəzifələrini düzgün icra etsə, o axşama tükənəcəkmi? Az ehtimalla. Bəli, adi sosial şəbəkələrdə daha sonra tükənmişliyini, aclığını doydurmaq üçün scrolling ancaq səhərdən axşamaca Instagram, TikTok eləyəcəkmi? Heç nə eləmədiyi halda tükənən insanlar var. Eləməyəcək. Yenə də bax, mən nəyə görə bu strukturu sizə deyim? Biz burada dəyər deyəndə, biz demir ki, səhərdən axşamaca gedin spada uzanın, masajlar elətdirin. Bu da lazımdır. Biz deyir ki, daxili strukturunda özünə hörmət elə. Və indidən qoy, mənlə necə olar, mənlə necə olmaz. Mənlə necə olar, mənlə necə olmaz, cəmiyyətdə mənim vəzifə borclarımla da üst-üstə gəlməlidir. Yəni, mən bir ailə qururamsa, mən başa düşməliyəm ki, bir qadın olaraq, mən ailə qururamsa, mənim vəzifəm olacaq ailəm qabağında. Bu qurbanlıqla və yaxud dəyərsizliklə, dəyərlə heç bir əlaqəsi yoxdur. Amma mən orada özümü əvvəlcədən partnyoruma dəyərsiz göstərirəmsə, səhərdən axşamacan sən hardasan, sən nə edirsən, yedin, içdin, sən onunla danışdın, danışmadın. Artıq bir qadın olaraq özümü dəyərsizləşdirirəmsə onun gözündə, mən sabah ondan dəyər görə bilmərəm. Bizim dəyərli ol məsələsi oradan başlayır. Oradan yox ki, dəyərli ol və egoist ol. Ümumiyyətlə, dəyərli egoizm arasında çox böyük bir fərq var. Amma görürsünüz, təbliğat necə gedir? Doğrudur. Və bu kütləvi təbliğatdır. Mən həmişə o sualı verirəm. Kimi cəmiyyətdə daha çox sevirlər? Qurbanı, yoxsa cəsarətli, sağlam şəxsiyyəti? Əlbəttə ki, qurbanı. Amma məsələ müsbət cəhət bilirsiniz nədir? Artıq cəmiyyətin də gücü çatmır. Sağlam şəxsiyyətlər daha çoxdur bugünkü gündə. Və birazdan onu ilə, ümumiyyətlə ancaq sağlam şəxsiyyətlər qalacaq. Və artıq yox demək belə. Ən çətin segment, belə deyək ki, yox demək segmenti şərq ölkələrində. Bəli, bizdə. Ən çətin yəni. Əgər biz də artıq yox demək cəsarətinə girməyə başlayırıqsa, artıq demək dünyanın ümumiyyətlə strukturu dəyişməyə başlayır. Baxın, bilirsiniz necə? Bax bu necə ki mən bayaq dedim, insanlar o özünə dəyər verməli, egoistlik səhv salırlar. Yox deməyi də səhv salırlar. Nə vaxt bir var ki, insan elə bilir ki, hər şey yox deməlidir. Bəli. Və necə ki, hər şey həm deməlidir, Bəli. əksi olaraq hər şey yox deməlidir ki, qəbul edir. Bəs burada necə, yəni Birinci elə çox gözəl vurğuladı Sevinç xanım. Birinci yox deməyi öyrənməkdə insan anlamalıdır ki, məntiqli, şuurlu bir səviyyədə anlamalıyıq ki, mən həmişə yox demək məcburiyyətində deyiləm. Necə ki, həmişə hə demək Bəli. məcburiyyətində. Bu iki variantda həmişə toqquşur. Biz həmişə deyirik, yox deməyi ancaq onda öyrənəcəksən ki, birinci hə deməyi öyrənmiş olacaqsan. Və məntiqlə başa düşəcəksən. Mən harda hə deməliyəm, mən harda yox deməliyəm. Əgərləri bir insan elə başa düşür ki, o yox demək həmişə hər yerdə yox deməkdir, təbrik edirəm, o yox deməyi öyrənməyəcək. Bir müddətdən sonra cəmiyyətin təzyiqi, o cəmiyyətin təzyiqi birisi də bir hardan başlayır? Birinci ata-anadan, həyat yoldaşlarından, evladlardan və illa da siz heç vaxt onlara yox deməmisinizsə. Başlayacaq təzyiqlər və siz 2-3 aydan sonra artıq deyəcəksiniz ki, mən nə yox demək istəmirəm, mən heç nə istəmirəm, tək ki məni sevsinlər. Çünki hə daima deyən insan adətən sevgini qulluqla qazandığına görə yox deyərkən sevgi ilə onu manipulyasiya eləməyə başlayırlar. Yəni Loru dildə desək, mən səni istəmirəm, sən deyəsən dəyişmisən, dırnaq arası sən deyəsən artıq özündən çıxmısan. Bax belə bir belə təzyiqlərlə məruz qaldığına görə 2-3 aydan sonra insan deyir ki, yox, mən nə bu yox deməyi öyrənmək istəmirəm, nə mən hə deməyi öyrənmək istəmirəm. Yox, əgər insan başa düşsə ki, bu etaplı bir prosesdə bəzən hə də deyə bilər, bəzən yox da deyə bilər,
Artıq insan dəyişmə başlayacaq. Mən bir dənə izləyicilərimizə çox böyük bir belə deyək, özümdən də bu, mən özümdə də bunu böyük təcrübə eləmişəm. Ona görə təcrübəmlə sizə bölüşürəm. Səbirli olun. Və bilin ki, əgər siz tamamilə başqa bir insansınızsa və sizin hədəfiniz tamamilə başqa bir insan olmaqdırsa, zaten buna görə gəlmişik bu dünyaya. Olduğumuz versiya ilə geri qayıdırıqsa, biz uduzduq. Lakin bu proses zamanı insanın özünün qaranlıq tərəfləri ilə üzləşməsi çox mühümdür. Yəni insanın bayaq dediniz ki, güclü enerjiyə malik olmaq üçün, güclü vibrasiyalar üçün insanın düşüncələri daha ali olmalıdır. Yəni öz qaranlıq tərəflərindən sıyrılmış olmalıdır. Biraz neqativ duyğulardan danışaq. İnsanın özünün neqativ duyğularını tanımasından danışaq. Neqativ duyğu, məsələn, mən çox insan tanıyıram, deyir ki, filan insan məni çox qıcıqlandırır. Sual verirəm, niyə qıcıqlandırır? O sənə nə edib? Hə, belədir, belədir. Axı onun sənə bir pisliyi yoxdur. Yəni həmin anda mən deməyə ehtiyat edirəm ki, əslində sən onu qısqanırsan. Bu yaxınlarda mənim çox sevdiyim bir aparıcı var. Bu Rusiya kanallarında Menşova, Yuliya Menşova. Onun kiçik bir reesinə qulaq asdım. Deyir, mənim bir iş yoldaşım var idi. Gözəl bir gənc bir xanım idi. Mən onu görəndə belə əsəbləşirdim. Heç sevmirdim onu, xoşum gəlmirdi ondan. Deyir, çox gözəl idi. Onun çox pərəstişkarları var idi. Və mən bir gün oturdum, öz-özümə fikirləşdim ki, bu xanım mənə neyniyib? Mənə heç nə etməyib. Mənə heç bir maneəsi yoxdur. Amma mən ondan qıcıqlanıram. Və mən onda anladım ki, mən sadəcə xanıma qısqanıram. Yəni bu yəni səviyyədə bir aparıcı bunu bir reels şəkli bir proqramda danışmışdı və onu kəsib paylaşmışdılar. Yəni bu onu göstərir ki, qadın artıq öz qaranlıq o kölgə tərəfləri ilə üzləşməyə bacardı. Və ondan sonra ki, mənim münasibətim dəyişdi xanıma qarşı. Yəni mən özümü tanıdım ki, sən demə məndə qısqanclıq var. Və hansı nöqtəsində qısqanclıq var, önəmli odur. Bəli, nə ilə qısqanıram? Çünki deyir, çox hündür idi, arıq idi deyir. Çox pərəstişkarları var idi. Mənim heç bir pərəstişkarım yoxdur. Amma onun nə bilim neçə pərəstişkarı, biraz fərqli cəmiyyətdə yaşayırıq da biz. Yəni bu baxımdan mən bu misalı ona görə çəkdim ki, biz izləyənlərə aydın olsun. Bəlkə bunu yaşayan insanlar var. Bax, bu neqativ duyğular hansılardır və onu necə tanımalı və özünə hansı sual verməlidir? Biri məni qıcıqlandırır, birindən xoşum gəlmir, birini görəndə üzümü çevirirəm. Bəzən məclislərdə olur, kimsə gəlir, bir kənardan biri deyir ki, heç mənim ondan xoşum gəlmir. Sən neyniyib o? Heç nə etməyib. Heç nə etməyib. Amma onun ondan xoşu gəlmir. Və həmin anda mən çox ehtiyat edirəm o adama sual vermək, birbaşa sual vermək ki, dediyim ki, bəlkə sən qısqanırsan və ya paxıllıq edirsən və ya bəlkə yerində olmaq istəyirsən. Biz çox vaxt deyir, qısqandığımız insanlara əslində gizlin sevmiş oluruq. Çünki onun yerində olmaq istəyən insanlar. Pərəstiş edirik. Hə, gizli pərəstiş edirik. Bizim onun pərəstişimiz var. Bəli. Bax, istəyirəm biraz bu haqda danışaq. Çox gözəl bir sualdır. Çox sağ olun. İnsan qaranlıq tərəflərinin islahı bir ömrü götürür. Amma burada da iki vəziyyət var. Ya mən bunu, biz buna necə deyirik, bədahətən keçirəm. Yəni, zaten həyat bunun üzərinə qoyur. Həyatın əsas məqsədi bilirsiniz nədir? Bizi gücləndirmək və daha güclü versiyamıza çevirmək. Daha yaxşı versiyamıza çevirmək. Bəli, yəni mən bir daha vurulam. Əgər mən eyni vəziyyətdə gəlib eyni vəziyyətdə ölürəmsə, artıq mən məğlub oldum. Bəli. Mən gəldiyim vəziyyətdən 180 dərəcə dəyişmiş vəziyyətdə bu dünyadan getməliyəm. Qaranlıq tərəflərim məni idarə edən tərəflərimdir və adətən mən onu maskalayıram. Və qarşıdır qıcıq nöqtəsi. Ümumiyyətlə, biz həmişə belə bir söz deyirik. Bir insana qarşı qıcıq nöqtəsi sizdə varsa, bir dəqiqə dayanıb özünüzə sual verin. O insanın nəyi məni qıcıqlandırır? Mənə xoş gəlmir. Adətən orada iki cavab var. Ya o insanın qıcıq nöqtəsi sizin fikrinizdə idealınızdır. Deyirəm ki, çox egoludur, çox nə bilim insanlarla necəsə yaxşı sual verim. O insan niyə məs dedin ki, çox egoludur? Bax o səni orada qıcıqlandırır. Çünki sən öz sözünü deyə bilmirsən. Sənə öz sözünü deməyi öyrətmədilər. Çox nazlıdır. Nazlıdır. Çox gözəl sual. Çox nazlıdır. Sən onu naz edə bilmirsən və sən daxilində bir nazlı hissəni gizlətmirsən. Həmişə qıcıq nöqtəsi, dolayısıyla qıcıq ən böyük hisslər sistemlarından biridir. Aşağı titreşim olsa da energetik energetik deposu çox güclüdür. Və mənim qıcıq nöqtəm mənim çox xasiyyətlərimi mənə göstərə bilər. Biz axı özümüzü tanımırıq. Sevinç xanım, siz deyə bilərsiniz, mən bu dəqiqə görə bilərəm, mənim pomadam var bu dəqiqə, burada əzilib yoxsa əzilməyib.
Yəni daha sonra pomadam silinib yoxsa silinməyib? Silinməyib. Mən özüm görə bilirəm bunu. Xeyr. Güzgü olmasa görə bilərəm özümü. İnsan da Özümüzü elədir. görə bilmirik. Mən özümü görə bilmirəm. Demək ki, kimsə bizi ayna tutmalıdır. Ümumiyyətlə kainatın birinci qanunu güzgü qanunudur. Mənə güzgü lazımdır. Bəli. Ki desin ki, mən Çox doğru. uzağı sinəmi görə bilirəm. Ümumi lukumu görə bilmirəm. Güzgü olsa mən görə biləcəm. Qıcıq nöqtəsi bax budur. Mənim qıcıq nöqtəm pərəstiş nöqtəmdir. Bəli. Adətən və yaxud da ikinci zona, travma nöqtəmdir. İkinci zona. Həmişə iki istiqamətdə baxırıq. Qaranlıq hissələr iki istiqamətdə verir. Ya pərəstiş Gözəl. kimi, ya da travmatik zona kimi. Əgər mən şiddət gördüyüm, yəni belə də şiddət verən bir atanın evladıyamsa, adətən şiddət verən kişilər mənə qıcıq yarada bilər. Çünki Orada sual travmamızı verəndə, basdırır. bəli. Çünki mən ona deyim ki, mənim atam ya. Çünki orada bir energetik depo var. Əgər mən heç bir şiddət görməmişəmsə, şiddət göstərən bir ataya sadəcə belə deyə bilərəm ki, görürsən, yəni belə eləmək olmazdı çıxıb da, yəni gedərdim daha rahat oradan ola bilərdi. sakitcə. Mən orada heç bir emosional hissim olmayacaq. Biz həmişə nə deyirik? Diqqətli olun hisslərinizə. Əgər bir hissdə siz ifrat bu dəqiqə qalxdığını hiss ediriksə, demək orada böyük bir vəziyyət var. Əgər bir gözəl qadın sizi qıcıqlandırırsa, sual verin özünüzə ki, onun nəyi qıcıqlandırır? Çünki adətən onun burnu qıcıqlandırmayacaq sizi. Gözləri də qıcıqlandırmayacaq. Bəlkə də gözləri qıcıqlandırır ki, gözlərinə bax. Bəlkə gözünün rəngi qıcıqlandıracaq. Çünki sənin ən alt duyğunda, bəlkə sən də istəyirdin ki, sənin ala gözlərin olsun. Yəni qıcıq nöqtələr bizi böyüdən nöqtələrdir. Birinci bu. Hisslərimizə anda diqqətli olmalıyıq. Bu da böyük bir istedad. Bilirsiniz, bunları əsrlərlə insanlara, hətta xüsusi müəllimlər vardı ki, xüsusi insanlara bunu öyrədirdilər. Bəli. Və bir indi şükürlər olsun ki, əgərləri belə deyək ki, hətta 50 il bundan öncə bu bilgilər, bu treninqlər, bu təlimlər xüsusi bir kütləyə şamil olunurdusa, indi artıq açıqdır. Yəni insanlar özünü seçən hər bir insan və hazır olan, seçən və hazır olan. Burada önəmli ikinci məqam var. Hazır olan insan gəlib özünü yetişdirə bilir. Görürsünüz, özünüzü yetişdirmədən danışırıq bugünkü gündə. Mən istərimə diqqətliyəm. Pulla da istərinizə diqqətli olun. Pulu sayanda baxın görün nə hiss edirsiniz. Pulu verəndə nə hiss edirsiniz? Pulu alanda nə hiss edirsiniz? Maskalanmayın. İcazə verin, nəfəs alın, hisslər gəlsin. Sizin hisslərdir sizi idarə edən. Amma bir dənə burada gözəl məqam var. Fərqində oldumsa hissimlə hiss islaha girməyə başlayır. Yəni, mən onu anladımsa artıq islaha başlayır. Qaranlıq hissələrsə ən güclü gücümüzdür bizim. Ümumiyyətlə, bizim bütün gücümüz qaranlıq nöqtələrimizdə yatır. Əgər mən, hətta bu gün axşam uşaqlar, yəni yaza bilərlər. Axşam oturun özünüzə yazın. Mənim ən pis xüsusiyyətlərim. Hansı ki, mən heç kimə deyə bilmərəm. Deyə bilərsiniz ki, mən çox paxılam. Mən qorxağam. Mən insanların yaxşılıqlarını görəndə duya bilmirəm. Mən paxıllığım başlayır və orada sual verirəm ki, niyə o yaxşı yaşayır, mən pis yaşayıram? Və həmişə nəsə bir bəhanə uydururam ki, yəni kimsə kömək elədi, Bəli. kimisə Və sayəsində mən onu özümün neqativ düşüncəsini necəsə qorumaq istəyirəm. Onu aşağı salmağa çalışıram. Bəli, gözümdə dərsizləşdirmək istəyirəm. Yəni. Dərsizləşdirmək istəyirəm ki, heç olmasa bir qədər özümü dəyərli saxlaya bilim. Amma mən bunu başa düşsəm ki, mən bu dəqiqə o insanı dəyərsizləşdirəm, əslində problem onda deyil, məndədir. Mən də istəyirdim onun kimi həyatım olsun. Mən də istəyirdim onun kimi atası olsun. Mən də istəyirdim və sual versəm ki, okey də yoxdur bu dəqiqə, atam da yoxdur, amma mənim 40 yaşım var bugünkü gün. Mən həyatımı necə dəyişə bilərəm? Əmin olun, siz o insandan da uğurlu olacaqsınız. Amma məsələ odur ki, uğur sizin üçün söz mövzusudurmu? Qaranlıq nöqtələrimizi sezmək ilk öncə mənim neqativ vəziyyətlərimi özümə, heç kimə yox, özümə bəyan etməyi bacarmalıyam. Ki, eyni zamanda qaranlıq hissədə neqativlə yanaşı yaralı nöqtələrimi də görməyə bacarmalıyam. Əgər insan kasıbçılıqda olubsa, onun daima bir ac hissəsi var. Və bəlkə də pulu da ola bilər, amma içində bir aclığı var onun. Aclığınızı bəyan eləməyə bacarmalıyıq. Əgər daima bir xoşbəxt ailə modeli olmayıbsa, xoşbəxt ailələri görəndə onun içində bir həsrət olacaq. Biz deyirik göz nəzər. Bəli. Göz nəzər nədir? Həsrət. Həsrət. Paxıllıq. Aşağı titrəşim enerji olduğuna görə eyni zamanda partlayışı güclü olanda o filan kəsə göz dəydi demək nə deməkdir? Energetik atışa məruz qaldı. İlla da əgər bu qarşı tərəfdə də göz nəzərə aid bir sipər yoxdursa. Sipər yoxdur. Görürsən, yeni kvantuma gəlirik. Bir-birlərinə münasibətə giririk. Və mən bugün neqativimi islah edirəmsə,
Mən paxıllığımla üzləşə bilirəmsə, kasıbçılığımla üzləşə bilirəmsə, uğursuzluğumla üzləşə bilərəm, qorxularımla üzləşə bilirəmsə, mən artıq növbəti gün artıq həyatımın dəyişməsini görə bilirəm. Kainat çox rahat sistemlər üzərindədir. Amma həmişə bizdən iradə və cəsarət istəyir. İlahi xanım, bəs pozitiv duyğular nədir bunun əksi olaraq? İlk pozitiv duyğu bilirsiniz nədir? İlk insan üçün anlayış. Anlayış. Və anlayış tək insanı anlamaq yox, bütün dünyanı anlamaq. Anlayış. Və anlayış bilirsiniz hansı cümlədən başlayacaq, hansı sualdan başlayacaq? Axı niyə bu belədir? Qınaq nöqtəsində deyil də. Qınamamaq. Bəli. Qınaq nöqtəsində. Filankəs bax niyə belə elədi? Gördün necə elədi? Yox. Görsən niyə bu belə oldu sualı ilə başlayacaq. Bu araşdırma sualıdır. Nə baş verdi ki belə oldu? Nə baş verdi? Və araşdırma biz əgər qınayırıqsa həmin o proqramı özümə çəkirəm. Qınağı kainat mən də bu dərsi almaq istəyirəm mesajı kimi qəbul edir. Çünki orada yenə də o qədər hiss var. Göz qınayanda biz necə qınayırıq? Orada ehtiras var, qınağın içində zövq var. Qınamaq nə demək? Bax, gördün filan kəs nə elədi? Orada bir istehza var. Gözün içindən negativ hisslərin partlayış gücü yuxarıdadır yəni. Küçümsəmə var, dəyərsizləşdirmə, özünü ondan yuxarıda sayma var, ego var, xəstə ego. Bəli. Sağlam egodan danışmırıq biz burada. Və kainat elə bilir ki, bu enerji partlayışında o paxıllığı hiss eləmir ki, o enerji partlayışını başa düşür. O elə bilir ki, okey, sən də bu dərsi istəyirsən. Əbəs yerdən deyilmi bir qınadığını yaşamadıqca bu dünyadan köçməlisən. Bu belədir. Amma ikinci sual, anlayışlı olmanın sualı. Görürsən nə baş verdi ki, onu elədi? Mən onu anlamağı çalışıram. Qınamağı yox, anlamağı. Okey, məsəl üçün biz hamını anlaya bilərik Sevinç xanım. Bu dünyada hər şey anlanıla bilər. Əgər mən anlayışa hazıramsa və ikinci məsələ güzgü qanunu var. Mən kiməmsə mənim həyatıma onlar gəlir. Mən anlayışlıyamsa məni anlayan insanlar mənə gələcək. Amma anlamağa var gücümlə biz buna bədahətən sən bunu eləməyə bacarmazsan. İkinci ən böyük güc mərhəmət gücüdür. Göstərilir biz sevgi gəlib çıxmamışıq. Ha. Çünki sevgini biz düzgün anlaya bilmirik. Sevgi bizim üçün şərtlərdir. Sevginin əsl onun üzərində 10 dənə podkast çəkmək olar ki, sevgi ümumiyyətlə nədir? Mərhəmətdir. Mərhəmət də yazılılıq hissi ilə manipulyasiya olunan yox. İnsan bu dünyada heç kimə yazıq gələ bilməz. Bilirsiniz nəyə görə? Çünki qarşı tərəfdə ilahi sistemin yaradılışıdır. Mən kiməsə ya böyük yazığım gəldikcə mən onu küçümsəməyə başlayıram, onun ilahi dərslərini küçümsəyirəm. Mərhəmətli olmaq isə yazılıq hissindən çıxaraq mən bu dəqiqə qarşı tərəfə necə dəstək ola bilərəm sualıdır. Mərhəmət budur. Mərhəmət onu yazıq, yetim, ay Allahım sən niyə belə elədin məsələsi yox da. Bu onun keçəcəyi bir dərsidir. Bu dərsdə mən ona necə qatqı ola bilərəm sualı. Bəzən siz insanlara, bax o vəziyyətdə olan, öz başıma gələnlər, o vəziyyətdə olan insanlara dediyiniz kimi anlayış göstərib, yəni onu o vəziyyətdən çıxması üçün bir yol göstərəndə aqressiya ilə üzləşə bilirik. Möhtəşəm. Bir aqressiya bilirsiniz nədir? Kainatın mənə mesajıdır. Toxunma. Yəni sən niyə mənə bunu, sən mənə real kömək et. Sən mənə yol göstərmə. Bu an üçün mənə nə edə bilərsən? Bax bunu mən deyirəm. O deyir balıq tutmağı öyrətməklə balıq. Mənə balıq ver, mənə balıq tutmağı öyrətmə. Kainatın mesajıdır. Kainat gündə milyard dəfə bizə mesaj göndərir. Bu kainatın mesajıdır, dəymə deyir. Dəymə, o yetişməyib, o elə dərs almalıdır. Mən anlayış və mərhəmətlə dəstək vermək istəyirəmsə, mənim dəstəyimdən imtina olunursa və daha bir özündən böyük bir dəstək istənilirsə, demək orada mənə nə mesaj gəlir kainat tərəfindən? Eləmə, çəkil. Bilirsiniz, Sevinç xanım, problem bilirsiniz nədir? Biz hamımız özümüzü olduğumuzdan daha böyük görürük. Bizim insanlara yazığımız gəlir ki, elə bir ki, onları yaradanda bizik. O vəziyyətə qoyanda yazığılıq ən aşağı titrəşimdir, mərhəmət. Bir daha vurğulayıram. Mərhəmətlə yazılıq arasında olan fərq nədir? Çox xahiş edirəm bunu. Hətta mən həmişə deyirəm ki, bunu 100 nəfər anlasa belə artıq bizim cəmiyyətdə çox böyük bir dəyişim başlayacaq. Yazılıq qarşı tərəfi küçümsəyər, yetim, yazıq, ay Allahım, niyə belə oldu görəsən sualıdır. Görürsüz onu sualı verəndə belə bir ki, ürəyimiz düşür, çəkilir ayaqlarımıza və təzədən qalxır. Mərhəmət isə mən onun dərslərinə hörmətlə yanaşıram. Nə qədər də ağır dərsləri varsa həyatda. Okey, bəs mən ona necə dəstək ola bilərəm? Mən ona necə dəstək ola bilərəm sualından irəli gəlir. Dəstək qəbul edirsə əla, qəbul etmirsə o deməkdir ki,
Mən mərhəmətliyəm. Amma kainat icazə vermədi. İlahi sistem mənə icazə vermədi adama dəstək olmağa. Yəni burada üçüncü artıq biz gəlirik pozitivistlərdə. Şükranlıq olar. Ondan da əvvəl bir his var. Təslimiyyət. 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 Mən baş verən proseslərə hörmətlə yanaşmağı bacarmalıyam. Mən deyə bilərəm ki, canavar, sən niyə dovşanı tutursan, yeyirsən? Deyə bilmərəm axı. Bəzən dovşan qaçır, bəzən dovşan qaçmır. Düzdür? Mən necə hər dəfə o sualı verdikcə filan kəs filanca niyə oldu? Niyə yox? O suallar məni ilahi sistemdən təslimiyyətdən salır. Çünki hər gün bir insanın dəstəyi üçün minlərlə qanunlar işə düşür Sevinç xanım. Bir qarışqa ölməməlidirsə, mən keçəndə mənə mesaj gəlir, ayağımın altına bax. Mən qarışqanı tapdalamıram. Əgər bir qarışqa ölməlidirsə, mən ümumiyyətlə onsuz elə keçə bilərəm. Mən özüm bilmərəm ki, o mənim ayağımın altında qaldı. Biz ilahi sistemin ədalətini duyub öyrənmək istəmirik. Biz egomuz, xəstə egomuz və 5%li məntiqimiz üzərindən bütün həyatımızı yaşamaq istəyirik. Amma bizə əsrlərlə dedilər ki, bu belə deyil. Biz bu qulağımızdan aldıq, bu qulağımızdan verdik. Bizə bütün dini qaynaqlar, bütün vedalar, bütün dərin fəlsəfi bilgilər bizə dedi ki, bu deyil. Sən bu dünyaya tək ət parçası kimi gəlməmisən. Yemək, içmək, doğmaq üçün, nəsil artırmaq üçün gəlməmisən. Sənin ötə təkamülün var. Bəli, bir dövr ibtidai icma quruluşu var idi. Ancaq təkamül o dövrdə yığıcılıq idi. Yəni ilkin bizim biz oradan versiyamız idi. Bəli, biz oradan gəlmişik. Amma artıq orada deyilik. Məsələ budur ki, biz hamımız hələ də özümüzü ora bağlamaq istəyirik. Hamı deməyək də 90% insanlar özünü hələ də ora bağlamaq istəyir ki, mən oradayam. Mənə dəymə. Ondan 150 min il keçib. 150 min il keçib onun üstündən. Və mən buradan yenə də biraz daha belə deyək, rahat dildə izah eləmək istəyirəm. O vaxta qədər ki, mən beynimi inkişaf elətdirmək istəyəcəm, bilgilənəcəm və fərqində olacam, mənim həyatım dəyişəcək. O vaxta qədər ki, mən özümü bir müdafiə mexanizminin içində spağa kimi öz qınına çəkəcəm və deyəcəm, dünya pisdir, aləm pisdir, hər şey pisdir. Dünya dağılır. Mən dağılmış dünyaya şahidlik edəcəm. Ona görə 5-də gəldi ki, insan bilinci dünyanı çox dağıtdı. Elə ona gəlirdi Melahi xanım. 5-də ilə bu kvant düşüncəsi, şuur arasında bir əlaqə Tam var. Tam əlaqəlidir. Zaten kvant bilinci bütün ibtidai icma quruluşundan var olan gündən dünyanın bilincidir. Yəni sadəcə onun adı budur, mübadilə xarakterlər. Yəni kvantı götürsək üzərindən, kvant sözünü, olan enerjilər arasında bir-birlərinə olan münasibət sistemi. Və misal da elə budur ki, mən münasibətimi dəyişərək həyatımı necə dəyişə bilərəm? Bəli. Burada ancaq münasibəti, baxış bucağımı dəyişərək, münasibətimi dəyişərək 5-də nə deyir? 5-də reallığı, bilirsiniz 5-də nə deməkdir? 3-dəyə baxanda mən nəyə görə bilirəm? Bəli. İçin görə bilirəm, hündürlük n və onun daxilin. 5-dəyə baxanda proyekt artıq genişlənmişdir. Və artıq filan kəs pisdir, yox. Növbəti bilinç olaraq filan kəs niyə pis oldu sualı gəlir. Və bayaqlar onu dediyim kimi biz onu anlayışlı qarşılaya bilirik. 5D reallığı baş verən bütün hadisələrə proyeksiyanın üstə baxmağa vadar edir. Bu bilinç dəyişkənliyidir. Yəni ki, bəzi insanlar deyir ki, 5-də olanda yəni dünya sirkələnməyəcək, işinə dağılmayacaq. Bilinç dəyişməsi başlayır. Və 5-də biz deyirik ki, 2020-ci ildən birbaşa girdi, amma ondan öncə nə qədər hazırlıqlar başladı. Və hətta 5-dənin başlanğıcını 2-ci Dünya müharibəsindən sonra biz deyirik. Nəyə görə? Çünki insan bilincləri, negativ insan bilinci o dövrdə sonuncu dağıdıcı, inşallah ki sonuncu dağıdıcı bir müharibə verdi. Həqiqətən də 2-ci Dünya müharibəsindən sonra dünya uzun müddətli ki toparlanır. Və oradan artıq 3D reallığı yoxa çıxmağa başladı. Fikir versəz, 45-ci illərdən sonra dünya nə qədər sürətlə inkişaf etdi ki, 100 il keçməyib. Biz artıq kosmosda yeni planetlərin axtarışındayıq. Görürsünüzmü? Amma 45-ci ilə qədər inkişaf bir o qədər güclü değildi. 3D idi onda ağırlıq, aclıq, quldarlıq bilinci fikri, feodalizm, yəni hətta desək ki, artıq 45-ci ilə qədər bunlar yox idi, amma altlarda bu var idi. Yəni bütün dünya tarixində bir fikir versək, gərginliklər hər yerdə, insanların irsi və irgi seçkilikləri, bunlar 45-ci ilə qədərdir. Daha sonra 20 il boyunca da yenə də lazım oldu tapalım, amma 60-cı illərə artıq bunlar bitdi.
Biz artıq oradan girmək oldu. 2020 sadəcə təsdiq oldu və bu görürsüz artıq bütün sosial medialarda artıq bugünkü gündə kvant barəsində, daxili dünya barəsində o qədər məlumat var ki, mən eşidirəm, maraqlı olan insan 1 il özünün təlim almadan da burada böyük bir yetişkənliyə verə bilər. Düzdür, müəllimlə keçmək həmişə rahatdır. Nəyə görə? Biz həmişə nə deyirik? Bizim 10 ilə keçdiyimizi biz sizə bir günə izah edirik yəni. Və siz orada zaman udursunuz, siz orada maliyyə sistemini qazanırsınız və siz prosesi çox sürətlə keçə bilirsiniz və eyni zamanda nəzarət altında. Bəli. Bir də var ki, özün keçəsən, yəni ki, hər kəsin bir seçimidir. Yəni, və istəyirəm ki, 5D reallığı dünyanın bilinç dəyişməsidir. Və dünya artıq 3D nə deyirdi? 3D belə deyirdi. Əziyyət, zülm, qıtlıq, aqressiya. 5D nədir? Mərhəmət, anlayışlıq, sevgi və həyat sənə tabedir. Nə gözəl. Bəli, 5D-nin mesajı budur. Və məsələ odur ki, 5D-ni qəbul etmək də çox adama ağır gələ bilər. Amma mən sizə müsbət bir söz deyim ki, son 1 ildir mən fikir verirəm ki, bizdə ildə ən azı 4 dəfə kvant təlimi olur və ekiplər ən azı 75-80 nəfər insanlar olur. Və mən son 1 ildir nəyə fikir verirəm? Artıq yaşlı nəsildə çox maraqla təlimlərə qoşulmağa başladı. Yaşlı nəslə çətindir, çünki onların gəlib çərçivəsi var. Artıq bu təlimimizdə 72 yaşında hətta xanım var bu təlimimizdə bizim. Yəni bu möhtəşəm mənim üçün bir mesaj idi. Bu mesaj artıq o idi ki, 5D-yə, hətta 3D-də qəlblənmiş bilinclər də keçə bilirlər. Maraqlıdır. Bəli. Ona görə biz bilincimiz üzərimizdən getməliyik. Yəni biz dünyamızı dəyişmək çox rahatdır. Əgər mən dünyamı özümə tabe elətdirirəmsə və öz dəyərimi bilirəmsə, öz sərhədlərimi yerinə qoya bilirəmsə, özümün dünya ilə münasibətimi səliqəyə sala bilirəmsə, mən dünya ilə eşq yaşayıramsa, dünya məndən eşq yaşayır. Mən dünya ilə beynimdə müharibə aparamsa, dünya mənə müharibə aparır. Və müharibə aparan anda mən yenə izləyicilərimizə bir dənə texnika vermək istəyirəm. Çox rahat, amma ən güclü texnikalardan biri. Mən dünya ilə müharibə aparan anda dalaşıram, beynimdə o ilə dalaşıram, bu ilə dalaşıram. Bir an dərinə nəfəs alın, verin, özünüzə sual verin. Mən bu dəqiqə kimlə dalaşıram? Kimlə dalaşıram? 3 dəfə bu sualı verin. Kimlə dalaşıram? Və bir an o dalaşmanı sakitləşdirin. Sonra dalaşmanıza davam edin. Bir də dalaşma prosesi gələndə, bir də dərinə nəfəs alın. Maşın sürürsüz, evdəsiz, bir an dayanın beyninizdə. Mən bu dəqiqə kimlə dalaşıram? Siz getdikcə dalaşmanı kontrol edəcəksiniz. Bizə çünki dalaşmağı öyrətdilər. Bizə dünyayla eşq yaşamağı öyrətmədilər. Və mən nədən tərbiyələnmişəmsə, orada gedirəm. Amma müsbət xüsusiyyəti odur ki, mənim tərbiyəm mənə hökm deyil bu həyatda. Mənim davranış modellərim, ata-anamın bilinci mənim üçün hökm deyil. Mən istədiyim qədər bu dünyada dəyişə bilərəm. Baxın, insan bilinci 3333 dəfə transformasiya girə bilər bir həyatında. 3333 dəfə. Nə deməkdir transformasiya? Dəyişə bilər. Tam dəyişə bilər. Düzdür, bizim cəmi 2-3 dəfə gücümüz çatır, amma görün bizə nə qədər sonsuz bir transformasiya xətti verirlər. Və mütləq həyat sizə tabedir, sizin enerjinizə tabedir. Siz bunu istəsəz də bu belədir. Siz bunu istəməsəz də bu belədir. Siz buna inansaz da bu belədir. Siz buna inanmasaz da bu belədir. Mən inanmıram ki, mənim böyrəyim yoxdur. Sevinç xanım, mənim böyrəyim yoxdur ki. Mən inanmıram ki, mənim ürəyim 5 litr qanı pompalaya bilir. Mənim ürəyim pompalamır ki, o qanı. Yəni inanmamağınız həqiqəti dəyişmir. Heç bir halda. Bizim hələ bu dünyada çox bilgilərimiz var. İbn Sinanın dövründə desəydilər ki, zamanında ürək əməliyyatı olacaq, ürəyin şax damarları dəyişdiriləcək. O deyərdi, siz mənə hansı nağıllardan danışırsınız? İndi danışdığımız kim üçünsə mümkünsüzlük kimi ola bilər, amma dünya üçün artıq bu mümkünlük və sübutu var olan bir vəziyyətlərdir. 50 ildən sonra bizim nəvələrimiz deyəcək ki, necə biz indi müəyyən bir telefonlara, düyməli telefonlara baxırıq ki, bu neçənci əsrdən qalıb. Hamımız artıq sensor telefonlardan istifadə edirik. Birinci ümumiyyətlə sensor telefon da birazdan olmayacaq. Bizim nəvələrimiz deyəcək ki, bunlar hansı bilincdə yaşayırlar. Bir şey ki, fikir, xəyal gücü ilə stakanı belə tərpədə bilərdilər. Bunlar heç öz həyatlarını idarə etmək istəmirdilər. Yəni gələcək o dönəmə. Bəli, çox qısa zamanda özdə. Çox qısa zamanda gəlir. Proses bilirsiniz necə sürətlənib, Sevinç xanım? İnanılmaz dərəcə sürətlənib. Və bu prosesin sürətlənməsini biz nədən görə bilirik? Zaman sürətlənib. 24 saat artıq 14 saatdadır. Bizə çatmırsa. Bəli. Niyə? Enerji sürətlənib hər yerdə. Bu müsbətdir. Bəzi insanlar deyir ki, ay bu pis, xeyr, bu əladır.
Fikir verirsiniz, maşınlar sürətlənib, elektrikə keçiblər. İnternet sürətlənib, texnikalar sürətlənib, bilinclər sürətlənib. Bizim görün də bu il 2026 ümumiyyətlə qırılma nöqtəsi oldu. Süni intellekt girdi hamımızın həyatına. Nə qədər sürətləndik Sevinç xanım? Nə qədər düzdür? Yenə deyirəm, heç bu bilgidən xəbərlər olmayan insanlar da var, biz onlarla danışmırıq. Ümumi bu vəziyyətdə olan insanlardan danışırıq. Dünya nə qədər sürətləndi? Son 6 ay ərzində dünya nə qədər sürətləndi? Bilinclər də bax elə sürətlənir. Amma məsələ bilirsiniz nədir? Bilinç sürətlənir deyə dünya sürətlənir. Mən bunu istəsəm də, mən bunu istəməsəm də, 5 də məni buna aparacaq. Nə qədər tez mən bura girsəm, nə qədər tez 2 dənə ana xətti başa düşsəm, mən ilahi yaradılışam. Və dünya mənim dünyam, mənim baxış bucağımdan formalaşır və həyat mənə tabedir. Və bu tabeçilik mənim daxili dünyamı dəyişməklə dəyişə bilər və mən bura yola çıxıram. Siz bu dünyanın sizə görə ən uğurlu adamısınız. Nə qədər mən çox dirəşirəm ki, bu boş-boş söhbətlər deyirlər yəni. Bu boş-boş danışıqlardır, bu falan filanlardır, bəli. Cahil bilinçin bu boş-boş danışıqdır. Necə vaxtında İbn Sina digərləri üçün az qala yandırılma obyekti idisə, amma İbn Sina daha sonra dünya tarixdə nə boyda. Niyə mən nəyə görə İbn Sina ilə həmişə bu kontaktı verirəm? Çünki İbn Sina dövrünün indiki belə deyək, ali ustadlarından biri idi və onun tibbə verdiyi töhfə bugünkü gündə belə deyək ki, böyük koçların, psixoloqların, ustadların, quruların beyinə olan töhfəsi qədərdir. Bəli. Beyinə olan töhfəsi qədər. Onu görə mən deyirəm ki, yəni orada biz hansı bir zamanında cahilliklə qarşılaşmışdıq və o zamanında hətta dərman yox idi, otlarla müalicə olurdu. Müalicə olunanda belə ona möcüzə kimi baxırdılar ki, ona kimsə nəsə içizdirdi və otdu. İndi isə yəni normal şəkildə hətta ən ağır əməliyyatlar belə olunur. Hətta orqanlar artıq printerlarla çap olunursa, biz artıq görün hardayıq və biz necə deyə bilərik ki, bu qədər inkişaf etmiş dünyada mən heç kiməm. Birinci mənəm, mənim varoluşumdur və məndə. Və mən həmişə belə bir söz deyirəm. Biz bu dünyaya tək gəlirik və tək gediriksə və bir anda gözümüzü bağlasaq, artıq heç bir proyeksiya mənə aid deyilsə, mən yenə də hansı özümü seçməməkdən danışa bilərəm. Və ümumiyyətlə, niyə mən hələ də özümü seçməyi xəstə egoizmla səhv salıram? Bəlkə biraz araşdırım ümumiyyətlə ego nədir, egoizm nədir, özün seçimi nədir? Daha sonra qərar verim və üstdən keçməyim. Layıqan, biz məsələn deyə bilərikmi kvant düşüncəsinə keçid? Yəni bütün dünyanın və ya fərdlərin kvant düşüncəsinə keçidi, yəni və bu keçidin şərtləri, yoxsa biz artıq danışdıqlarımız elə onun şərtləri idi? Əla, möhtəşəmdir. Kvant düşüncəsinə keçid mümkün deyil, çünki düşüncə zaten kvantdır. Kvant sizin ən kiçik hissənizin adı olduğuna görə sizin insanın enerjisinin dünyada olan modelindən danışır. Və bu bilincə bağlıdır. Kvant düşüncəsinin təkamülü var. Baxın, deyək ki, təkamül dövründəyik. Əgərləri 50 il bundan öncə kvant düşüncəsi 3D idisə, yəni ümumi kütləvi düşüncə, qıtlıq idi, xəstəlik idi, ağırlıq idi, pul zülmlə qazanılar mövzusuydu. İndi kvant düşüncəsi təkamül etdi. 5D reallığından rahatçılıq içində yaratmaq, insanlarla anlayışlı olmaq, mərhəmətli olmaq, dünyaya sevgi frekansını vermək. Və biz indi digərlərinə baxanda, əgər biz, baxın, ümumiyyətlə son 50 ildə insanın nə dərəcədə inkişaf etməsini hiss edirsiniz? Əlbəttə. Orqanlarımıza qədər daha yaxşı tanıyırıq. Bəli. Düzdürmü yəni? Qabaq, əgər məsələ odur ki, bir insan olaraq mən özümü tanımalıyam birinci. Mən bilməliyəm mənim neçə böyrəyim var və böyrəklərim hardadır. Qaraciyərim var, o nə ilə məşğuldur. Mən onları duymağı bacarmalıyam və ən əsası mən özümü tanımağı bacarmalıyam. İnsanlar özlərini tanımadan kimsə tanımaq istəyir. Bəli, mən həmişə onu deyirəm. İnsan birinci özünü tanımalıdır, sonra qarşı tərəf tanımalıdır, düzdürmü yəni? Mən özümü tanımaq istəmirəm və mən özüm bilmirəm ki, mənim qası 2 dənə böyrəyim varmış, qası mənim damarlarım varmış. Mən onda hansı cahil bilincdə ola bilərəm? Eləcə də mən bugünkü gündə özümü tanımıramsa, mən bilmirəmsə ki, mənim qorxu nöqtələrim nədir, travmalarım nədir, zəif nöqtələrim var, nədir, qaranlıq nöqtələrim nədir, pozitivlərim nədir, amma başqalarına həmən bir donqu indirmək istəyirəmsə, etiket vururuqsa, etiketləyirik onu beynimizdə. Mən artıq hansı düşüncəmlə və gözəl bir dövrdən danışa bilərəm. Yəni, məsələ budur. Kvant bilinci həmişə var olub. İbtidai icma quruluşunun kvant bilinci tam başqa idi.
Orta Yəni tam bu başqa dövrün idi. onda kvant bilinci bizdən tamam başqa cür insan olmaq tələb edir. Bəli, tam yeni versiyalı insan olmaq tələb edir bizdən. Və onu yeni versiyada artıq ağırlıq, intriqa, ayrı seçkilik yox da daha loyal, daha demokratik, daha işıqlı, daha bilgili və daha qınaqsız bir versiyamıza keçidi tələb edir. Yəni insandan daha çox artıq ərdəmlər var da. Bayaq qeyd danışdığımız kimi bu mərhəmətli olmaq, anlayışlı olmaq, xeyirxah olmaq, insanları qınamaq, ədalətli olmaq, qınamamaq, ədalətli olmaq, yəni haqqa girməmək, qeybət etməmək, qısqanmamaq, baxıllıq etməmək, bunlar olmamalıdır. Baxın, çox gözəl bir sözdür, ərdəmlər. Bəli. Buna Azərbaycan dili məziyyətlər deyirlər. Məziyyətlər, onu da demək istəyirdim, bəli. Məziyyətlər. Rus dilində благодетели deyirlər. Nəyə görə rus dilində deyirəm? Bəzən bu çox ağır sözdür, çox adamın başa düşmür. İnsan yer kürəsinə ərdəmləri işləmək üçün düşür. Bəli. Məziyyətlərini işləmək üçün düşür. Doğrudur. Hər elə bir ərdəm var ki, biz onu ömür boyu işləyirik, elə ərdəm var ki, ona biz fraqmental işləyirik. 5-də məziyyət sisteminin daha ali versiyaya çıxışını tələb edir. Yəni bu hardasa dinlə birləşib deyərəm. Yəni dinin Əlbəttə bizdən ki. tələb etdiklərini Əlbəttə ki, bugün kimdir ki, düşüncə dindən belə deyək ki, Ayrıdır. ayrıdır ki. Zaten dinin də əsas funksiyalardan biri insanı düzgün düşüncəyə gətirməkdir. Yəni İlahi xanım, belə başa düşdüm ki, bu vaxta qədər dediyiniz kimi insanlar müəyyən o bilinclərindən, o neqativdən çıxmaq üçün çalışırdılar. Bunun üçün yəni dinlər var idi, yaxşı ki var idi. İndi artıq təkcə dinlə yanaşı, məsəl üçün psixologiya var, kvant düşüncəsi var, fəlsəfə var, yəni Tarix var. Tarix var, yəni güclənmiş Bəli. Tibb özü də var elə. Tibb özü də özünü tanımaq üçün, anlamaq üçün. Həmişə ilklərdə qoyuram. Çünki tibb olmasaydı biz bu qədər dərin bilə bilməzdik. Yəni artıq sanki doğrudan da dediyiniz kimi bir dövr bitib, biz tamam başqa bir dövrə keçid eləyirik. Tam. Və bu dövrdə, bilmirəm keçən buraxılışlarımızda siz də demişdiniz, yəni başqa koçları demişlər ki, 2030-da artıq insanların şuuru, bilinci tamam dəyişmiş olmalı, yəni arınmış olmalıdır. Bu məziyyətlərə artıq sahib olmuş bir varlıq kimi keçməlidir. Yoxsa onlar keçə bilməyəcəklər, necəsə onlara çətin olacaq. Gözəl sualdır. Və 30-dan sonra indi bəlkə bu 30 rəqəmi şərtidir, bilmirəm. Yəni bu insanlar bir ayrı seçkilik yaşayacaqlar. Artıq irqi ayrı seçkilik olmayacaq. Bilinc ayrı seçkiliyi olacaq. Bilinc ayrı seçkiliyi olacaq. Yəni bu insanlar təmiz düşünən insanlardır. Onlar artıq arınmış insanlardır. O məziyyətləri artıq özlərində yaratmış insanlar. Digərləri isə artıq hələ oralarda bir yerlərdə qalmış insanlardır. Siz nə deyirsiniz bu fikrə münasibət? Birinci onu vurğulamaq istəyirəm ki, 2030-cu ilə cəmi 4 ilimiz qalıb. Az qalıb. Və insan dəyişim prosesi çox zaman ala biləcək proseslərdən Həmən biridir. başlayın dəyişməyə. Həmən başlayır, amma o prosesi fiziksel dünyada tam təzahür üçün bir zaman ala bilir. Amma 2026-da süni intellektin bu qədər bizim həyatımıza girməsi ciddiyyən 100x qədər bizi gücləndirdi və sürətləndirdi. Onda da 2030-cu ilə əgərləri bir analiz eləsək belə deyək ki, hər bir vəziyyətdə ehtimalən ki 4-5 il boyunca bir sürətli proses gedir yer kürəsində sadəcə. Bu proses gedəcək. Amma mən buna 2030 deyəcək bir rubej qoymaq istəməzdim. Mən belə deyərdim. Mən düşünürəm ki, və bu tək mənim fikrim deyil, bu belə deyək, dünyəvi ustadların fikridir. 21-ci əsr insanın qızıl dövrünün əsrinə keçididir. Daha gözəl əsr. Bəli. 21-ci əsr hətta gələcəkdə qızıl əsr kimi görəcəklər. Bilahi xanım, bəziləri məsələn deyir ki, indi zaman getdikcə pisləşir. Mən şəxsən o fikirlə heç cürə razı deyiləm. O kütləvi bilincidir. Mən düşünürəm ki, əslində bizim zamanımız daha Günü-gündən yaxşılaşır. İnsanlar cahillikdən çıxır. Bəli, bəli. Biz ən gözəl dövrümüzdə yaşayırıq. Və yaxud da ki, mənəvi dəyərlər azalır. Mən deyirəm, yox, azalmır. Əksinə mənəviyyatda insanların sayı çoxalır. Bəli. Hə, bəs maddiyyat çoxalıb, bəs süni intellekt gəlir, birazdan o bizi idarə edəcək. Mən düşünmürəm şəxsən ki, mən icazə mənəviyyat versəm, azalır. Mən icazə Mən versəm düşünürəm ki, yaxşı insanların sayı daha da Bəli. çoxalır.
mən düşünürəm ki, özünü dərk edən, özünü yaxşı mənada kəşf edən insanların sayı daha çoxalır, nəinki azalır. O sözü deyən insan analiz yoxdur. Critical thinking deyilən bir şey var. Yəni belə deyək də, hər vəziyyəti analiz eləməyə baş. O sözü deyən insanlar dünya günü-gündən pisləşir sözünü öz nənəsindən, babasından kopyalayıb indi belə deyək bir müdrik kəlam kimi ötürməyə çalışan insanlardır. Yəni mən sizə səmimi deyirəm, çünki mən analiz eləmişəm o insanları. Əslə gələndə dünya bugünkü gündə ən gözəl dövründədir. Və bu dövr günü-gündən gözəlləşəcək. O ki qaldı süni intellektin məni idarə eləməsinə. Əgər mən icazə versəm, o məni idarə eləyəcək. Necə zamanında kütlə bilinci məni idarə edə bilirdisə. Süni intellekt o vəziyyətdədir. Çox gözəl ChatGPT var. Və son 1-6 aydır ki, insanlar getdikcə yenə də oradan asılı vəziyyətə düşürlər. Və bizim onlara bir məsləhətimiz var. O sizin köməkçinizdir, onu köməkçi vəziyyətində saxlayın. ChatGPT sizin həyatınıza həyat yaşamayacaq sizin əvəzinizə. Amma bəzən insanlar var ki, artıq onu öz həyatını yaşatdıracaq bir duruma gətirib çıxartmaq istəyirlər. O necə olur görəsən? Hər bir vəziyyətdə ondan məsləhət alaraq, hər bir vəziyyətdə ondan məsləhətləşərək və sonuçta o qərarı verərək. O süni intellektdir, onun hiss sistemi yoxdur. Və mən başa düşəndə ki, süni intellekt mənim köməkçimdir. Bax, mən üstdəyəm, o mənim altımdadır. O mənə tabe olan sistemdir. Onda mən onu idarə edəcəm. Haçan mən bu son 3 ayda ən çox boom yaşayır GPT üzərindən. Bütün dünya üzrə yaşayır, o boomu yaşayır. Əgər eyni səhvə mən verəcəmsə və birazdan ChatGPT olacaq mənim növbəti ilahi sistemim. İptaldır seçmirik. Siz bilirsiniz necə asılılıqlar yaradır bu dəqiqə. Ona görə insan bilinci aydın olmalıdır və başa düşməlidir ki, mənə xidmət edən məni idarə etməyə başlamamalıdır. Mənim öz fikrimdə olmağı bacarmalıdır. O fikrimin olması üçün də mən günü-gündən savadlanmalıyam. Dünya inanılmaz qədər bu dəqiqə məlumatı açıq qoyur. Bu məlumat 100 il bundan qabaq Einstein üçün belə açıq deyildi heç. Pandora ola bilərdi. Mücrü ola bilərdi. Görün biz hansı dövrdə yaşayırıq? İkinci məsələ odur ki, mən özümü aliləşdirməyi seçirəm, yoxsa səhərdən axşamaca lazım olmayan məlumatı scroll eləməyi seçirəm. Burada yenə də mənim seçimimdir. Və sabahları özünü inkişaf elətdirməyi seçən insan digər insanlardan üstün olanda ona paxıllıq eləmək lazım deyil. Ona sual vermək lazım ki, bugünkü gündə bu dövrə və bu vəziyyətinə neçə müddət və necə gəldin? O sualı vermək lazımdır. Çünki onun da bir yolu var. Bu dünyada hər şeyin bir yolu var. Heç bir zaman sirri bir həb olmayacaq. Heç kim gəlib sizi xilas etməyəcək. Bu ancaq sizin bacarığınızdadır. Siz daxili sisteminizi əlinizə alacaqsınız. Siz bütün həyatınızı əlinizə alınacaqsınız. Həyat sizə tabi olacaq. Siz həyatınızı əlinizə almayacaqsınız. Həyat sizlə necə istəsə elə oynayacaq. Bu qanundur. Bu təbiətdən gələn, vəhşi bir qanundur. Və var olan bütün zamanlarda olacaq. Ya səni yeyəcəklər, ya da sən öz müdafiəvi və öz sistemini düzgün qurmağa bacaracaqsan. Bu da mümkündür və hətta kainatın bizdən tələb edir. İlahi xanım, siz bayaq karmik müəllimlərdən danışdınız. Yəni bu kitab da ola bilər, bir cümlə də ola bilər, bir hadisə də ola bilər, bir insan da ola bilər. Yəni biz harda bilək ki, bax mən bu dəqiqə karmik yəni müəllimdən dərs alıram və ya da kimdir mənim karmik müəllimim? Necə bilim? Bir dənə podkast hazırlayaq, səni çıxarım. Sırf karma üzərindən, karmik müəllimlər üzərindən mütləq bir podkast çəkmək lazımdır bu mövzuda. Çox ciddi mövzudur. Bəli. Ümumiyyətlə karma nə deməkdir? Karma nə deməkdir? Karma həyati proses. Etdiklərimizin, düşündüklərimizin qarşımıza çıxması. Səbəb nəticə qanunudur, nəticə. Bəli. Bitdi. Karma mənim nəticəmdir. Karma biz həmişə deyirik ki, sizin yaddaş bazanızdır. Və database və energetik zonanızdır. Mən bugün yaxşılıq etdim, o 10 dəfə gücləndirilmiş şəkildə mənə geri qayıdır. Mən pislik etdim, o da mənə 10 dəfə gücləndirilmiş şəkildə mənə geri qayıdır. Karma bu deməkdir. Karma sənin həyatı prosesin deməkdir. Prosesdə baş verən hadisələrin deposu deməkdir. Yəni. Karmik müəllimlər kimlərdir? Adətən insanlar karmik müəllimlər deyəndə onu ağır da görə bilir ki, karmik müəllim bu bir negativ bir strukturdur, yox. Karmik müəllim hər bir insanın həyatında mütləq şəkildə
böyümə dövrü var. Mütləq böyümə dövrü var. Necə uşaq bir dövrdən sonra bağçaya getməlidir, bağçadan sonra məktəbə getməlidir. Ruhun da yer kürəsində belə bir funksiyası var. Böyümə məcburiyyətləri verə bilər. Əgər mən özüm böyümək istəmirəmsə, onun böyümə məcburiyyətlərini gətirirlər. İki növ karmik müəllimlər var. Pozitiv karmik müəllimlər. Yəni o mənim həyatıma girib çıxandan sonra pozitiv olaraq sevgi ilə mənim bütün həyatım dəyişdi. Bu təlimlər strukturudur, bu yaxşı dostlar strukturudur, bu yaxşı belə deyək ki, şansdır, qarşıma çıxan yaxşı insanlardır, bəli. Bir var negativ karmik müəllimlər. Mən çox böyük dirənc göstərirəm və özümdən dəyişikliyə girə bilmirəm və mənim həyatıma məni ciddiyyən ağrıdan, ciddiyyən incidən vəziyyətlərə gələn bir insanlar gəlir. Bu da karmik müəllimdir. O da karmik müəllimdir. Biri pozitivdir, biri pozitivdir, biri negativdir. Amma bir daha vurğuluram, kainat üçün negativ və pozitiv yoxdur. Bəli, negativ və pozitiv olmadığına görə kainat sadəcə sizi A nöqtəsindən B nöqtəsinə aparmaq istəyir. Və mənim daxili sistemim pozitivdirsə, mənə pozitiv müəllim göndərirlər. Mənim daxili sistemim dirəncli, negativ və aşağı titreşimlidirsə, mənə şiddət verən bir karmik müəllim göndərirlər. Karmik müəllimlər bizi A nöqtəsindən B nöqtəsinə aparmaq üçündür. Mənim həyat yoldaşım karmik müəllimim ola bilər. Mənim dostum karmik müəllimim ola bilər. Mənim ən böyük negativ karmik müəllimlərim düşmənlərimdir. Və mənə ən böyük töhfəni verən də kimdir? Elə olar. Mənim düşmənlərimdir. Əgər mən düşmənlikdə o xidməti götürə bilirəmsə, düşmənlərimiz adətən bizi ən zəif nöqtələrimizdən vurmağa göndərilir. Və sizcə bu nə deməkdir? Kainat mənim zəif nöqtələrimi yoxlamaq istəyir. Bəli. Yoxlamaq istəyir ki, burada zəif nöqtəsi qaldı mı? Adətən və mən bunu bir də vurğulamaq istəyirəm. Mütləq Sevinç xanım bu mövzuda bir işləyərkən bu mövzu çox güclü mövzudur. Karmik mövzudur. Karmik partnyorlar. Baxın. Karmik müəllimlər adətən də bilirsiniz hansı dövrdə bizim həyatımıza göndərilir? Biz artıq bu boyut dəyişməliyik. Aha. Mütləq dəyişməliyik. Və boyut dəyişmə dövründə ərəfəsindəki, mən həmişə deyirəm, karmik müəllim girdi həyatınıza, diqqətli olun, sizin həyatınız dəyişir. Böyük dəyişmə girirsiniz artıq həyatınızda. Daha uğurlu versiyanıza girirsiniz. Həqiqətən də, hətta o ağır karmik müəllimdən sonra, negativ karmik müəlliminiz varsa belə sizin həyatınızda, o belə, ondan sonra belə siz ağrı yaşasaz da, tamamilə özünüzü itirsəz də, nə qədər belə hallar olub. Adətən sevgi məsələlərində olur belə, karmik və dostluq məsələlərində olur belə karmik müəllimlər. Onlar gəlirlər, dost olur da sonra böyük küllü məbləğ pul sizə aldadırlar sizi, sizə xəyanət edirlər və yaxud da sevgidə də eyni şeydir. Sən o insanı sevirsən, bütün özünü ona verməyə başlayırsan, asılı münasibətlər yaradırsan və insan sənə çox gözəl xəyanət edir və sənə deyir ki, sən özünü seçmədinsə, mən səni niyə seçməliyəm? Belə hallar adətən ağrılı olsa belə, adətən insan ondan sonra artıq köhnə insan heç vaxt olmur. Və biz həmişə kvantçılar belə bir söz deyirik. Gəlin, rahatçılıqla, fərqindəliklə, təslimiyyətlə dəyişək. Bunun üçün də mən özümlə məşğul olmalıyam, zəif nöqtələrimi özüm müəyyən eləməliyəm ki, hansısa düşmənə ehtiyac qalmasın. Mən hər gün özümü analiz eləməyə bacarmalıyam ki, zəifim nədir? Zəifimi necə gücləndirə bilərəm? Bunun üçün inanılmaz məlumat var. Bu dəqiqə dünyada resurs çoxdur. İstifadə eləmək istəyən üçün. Əgər kimsə istifadə eləmək istəmirsə, qıtlıq da çoxdur dünyada. O qıtlıq da ona nəzərdə tutulub. Amma mənim seçimimdir. Mən qıtlıqdayam, fərqi yoxdur. Bu maliyyə ən kiçik qıtlıq sindromudur. Ən kiçiyidir. Ən kiçik göstəricisidir. Daha ali qıtlıq və bolluq bilinçləri var. Bu qədər resursun içində mən resursu götürürəmmi? Yoxsa mən qıtlıq içində hər şey pisdir, heç nə yoxdur, mənim işim alınmayacaq mantrasında gündəlik həyatımı kodlayırammı? Biz biokompüterlarıq. Nəyə kodlanırıqsa, onu da yaşamağa başlayırıq. Mən həmişə düşünürəm ki, o bir ifadə var, hər şey insan üçündür. Yəni mən həmişə düşünürəm ki, kainatda bir insan üçün bütün şanslar və bütün qapılar açıqdır. Həmişə. Həmişə bu belədir. Həmişə. Və bilmirəm bu necə olub məndə formalaşıb, amma həmişə belə bir düşüncəm var ki, bütün qapılar açıq. Deyə bilmərəm, bəlkə də heç getdiyim bütün qapılar bizim açılıb, amma o bilinc məndə olub ki, bütün qapılar açıqdır və bütün hər şey bu dünyada kainat üçün həm Sevin üçündür, həm İlahə xanım üçündür, həm bizim operatorumuz üçün, Fuad üçündür. Yəni bizim bir ayrı seçkiliyimiz yoxdur. Sadəcə kim oradan nə götürə bilirsə onundur.
Məsələ budur ki, bağlı qapı yoxdur. Əgər hər hansı bir qapı bağlanırsa, o deməkdir ki, o qapı mənim üçün xeyirli deyil. Yox da ki, mənim üçün xeyirli deyil. Bəli. Və zaten biz o qədər ali yaradılışıq ki və o qədər Allahın sevimli yaradılışlarıyıq ki, bizim üçün həmişə hər şey açıqdır. Məsələ odur ki, bəzən mən cahil bilincimlə istədiyim mənim ən ali xeyrimə deyil. Və ən ali xeyrimə olmadığına görə o qapını mənə bağlayırlar. Ona görə yox ki, kainatın mənlə, Allahın mənlə şəxsi qərəzliyi olduğuna görə yox. Elə deyil. Sadəcə mən cahil bilincimlə bu stəkanı istəyirəm, amma ali bilinçdir ki, sən ən ali xeyrinə başqa bir stəkandır. Onu götür. Bütün qapılar açıqdır. Bağlı qapı yoxdur. Əgər bağlı qapı bağlanırsa, o deməkdir artıq mənim orada zamanım bitdi. Mən həmişə 11-ci sinifdə qala bilərəmmi? Bəli, o başqa qapı açmalı. Bəli. Mən həmişə universitet tələbəsi qala bilərəmmi? Xeyr. İnsanın necə həyatının etapları var, ruhunun da inkişaf etapları var. Sadəcə əgər mən bunu indiyə qədər bilməmişəmsə, bunu mənə öyrətməyiblərsə, bu demək deyil ki, bu yox idi. Sadəcə indi bilirəm. Necə 50 il bundan qabaq yenə də vurğulayıram. Bəzi insanlardan sorsaydınız ki, neçə litr qanun var sənin? Bilməzdim. Onlar sizə heç bir şey cavab verə bilməzdi. İndi də var elə insanlar, 30%-ində də var yəni. Amma əksərən bugünkü gündə normalda bir insandan sorsanız ki, ən azından orqanların, əsas orqanlarını say, hamısını sizə saya biləcək. Eyni şeydə insanın daxili dünyası, ruhsal boyutu, psixologiyası. Yəni birazdan insanlar öz psixologiyalarını indi standart psixoloqdan daha yaxşı biləcəklər. Bəli. Daha yaxşı biləcək və bu düzdür. Bu dünyada ən lazım olan bilgilərdən biri insan özünü tanımasıdır. Çünki mən özümü tanıdıqca ancaq həyatımı düzgün qura bilərəm. Bəli. Mən özümü tanımıramsa, mənim özümə məni tanıtdıracaqlar. Və bu bizə lazımdırmı? Yox. Mən özümü tanımağı seçirəm. Çox sağ olun Layihə xanım. Mən düşünürəm ki, çox faydalı, çox maraqlı və çox belə verimli bir buraxılış oldu. Və buradan da məsləhətimiz olardı ki, sadəcə dinləyib keçməyin bu podkastı, bu buraxılışımızı. Dinləyin, yazın, hətta həyatınıza tətbiq etməyə başlayın. Bugündən etibarən, bu saatdan etibarən. Baxın, biz indi anda dəyişirik. Və bu anda elə mövzular oldu ki, biz bir mövzudan digər mövzuya daha sürətli keçdik. Çünki vaxt darlığıdır. Çünki hər mövzunun özünün üzərindən bir şey ki, kvant düşüncəsi təlimi 160 saatlıq təlimdir və hətta biz hər dəfə bir 50 saatda onu artırırıq, yəni və bu başlanğıc da deyirik, yəni bu sizin başlanğıcınız da deyirik, yəni. Görün insan özü-özündən özü ilə nə qədər vaxt keçirə bilər ki, biz hələ də kimisə axtarırıq həyatımızda boşluğumuzu doldurmaq üçün. Yəni buradan birinci məsləhətim və təcrübəmdən gələn sizə bölgüm odur ki, birincisi kimləsə öz həyatınızın vaxtını doldurmayın. Sizin zaten özünüzlə dolacaq çox vaxtınız var. Təmiz insanları həyatınıza çəkin. Bunun üçün enerjiniz təmiz olmalıdır, niyyətiniz təmiz olmalıdır. Həyatınızın kontrolu əlinizə alın. Həmən olmasa da bir müddətdən sonra tam kontrol sizə gələcək. Çünki bunu da öyrənmək lazımdır. Nə qədər öyrənməmişik, nasıl öyrənmək lazımdır. Və mütləq şəkildə özünüzə geri dönün. Sizi bu dünyada yeganə xilas edə biləcək, yeganə uğur qazandıra biləcək, yeganə istədiyim bütün hədiyyələri ala biləcək varlıq varsa, o da sizsiz. İllüziyalara girməyək, ağlımızı aydın saxlayaq, ruhumuzla da günü-gündən tanış olaq. Gözəldir. Çox sağ olun Layihə xanım, bir daha rəylərinizi gözləyirik əziz izləyicilərimiz, şərhlərinizi gözləyirik. Nədən bəhrələndiniz, həyatınızda nə dəyişdi, onları da bizimlə paylaşa bilərsiniz. Bəyəni düyməsini basmağı və paylaşmağı da unutmayın. Sağ olun, növbəti videolarımızda görüşərik.